Mhm. Balarza desin. Balarza. Dissosiasiya nə deməkdir? Nəyə deyilir dissosiasiya? Maddələrin suda həll olmasına. Xeyr. Suda həll olması yaxşı. Suda həll olmalaraq nə etməsi? Suda həll olaraq Aha, nəyə ayrılması? molekullara ayrılması. Xeyr. Kim deyər uşaqlar? Nəyə ayrılması? İyonlara ayrılması. İyonlara Hə, ayrılması. Hə, iyonlara ayrı. Molekul başqa bir şeydir. İyonlara ayrılması, yəni yüklü hissəciklərə. İyonlar iki yerə bölünürdü. Kation, anion. müsbət, Kation, mənfi. bəli, kation, anion, yəni müsbət yüklülər, mənfi Mənfi yüklülər. üçlülər. Aha, əli müsbət yüklü hansıdır, mənfi yüklü hansıdır? Mən müsbət üçlülər, mən metallar. Yəni kationlar, mənfi yüklü anionlar. Aha, kationlar Bəli. hansılardır? Yoldaşınız deyir metallar. Kationlar Sonra mən metallar, müəllim. təzə gələn şagirdimiz Əli burdadır. Hə, bu gün deyəsən, hər dəfə maması bugün üçün icazə alıb, dedim, bəlkə birdən-birə bəlkə qoşuldu. Hə, bu günlər qoşula bilmir o, təkrarına baxacaq. Tamam, metallar. Sonra Mən sonra yazılmışdım, mən NH4 var idi orada. aha, sonra H4. H Yox. müsbət iyonu. H müsbət iyon, bəli. H müsbət iyonu, bəli, tamamilə Həm doğrudur. anionadakı turşu qalığı. Anionları sən demə. Anionları desin Nərmin. Nərmin buyur. Turşu qalığı dedi H yoldaşınız. var idi, PO4 var idi. Aha, turşu qalıqları nümunə deyirsən. PO4. Neçədir PO4 PO4-ün yükü? 3 mənfi. Doğrudur. Bunun SO4 turşuları var idi 2 bilməliyik. mənfi. Aferin. H2SO4-ün qalığıdır. Sonra Başqa mhm. NO3 mənfi məsələn bəli, deyə bilərik. Aha. Və s. Bir də əlavə olaraq nə deyirik? Məsələn, H müsbəti dedik. Bir də əlavə olaraq nə deyə bilərik? H müsbətin qarşılığı nədir? H müsbətin mənfi ilə OH bəli, OH mənfi. mənfi. Tamamilə doğrudur uşaqlar. Dissosiasiya olaraq Novruz, biz hansı siniflərin dissosiasiyasını öyrənmişdik? Oksidlərin dissosiasiyası var idi məsələn? Oksidlərin dissosiasiyası bəli. Yox idi. Hansılarının var idi? Turşu, Hansılarını öyrətmişdik? Yəni hansı siflərə duzlar, Aha. Turşuların var idi. Aha. Duzları dedi Rəşad. Sonra əsas Əsas. duz. əsaslar. əsaslar Aferin. Turşular, əsaslar, duzlar. Biz demişdik ki, oksidlərin dissosiasiyası yoxdur. Ümumiyyətlə onu iyonlara ayırmırıq. Turşuların dissosiasiyasından başlayaq. Novruz, turşular neçə əsaslı olurlar? Məsələn, bizə turşular neçə aha. Bir əsaslı turşu de bir dənə bizə. məsələn Bir hidrogeni olan turşu de. H-xlor. H-xlor olsun. H-xlor neçə mərhələdə dissosiasiya edir? H-xlor bir mərhələdə. Bir mərhələdə dissosiasiyadır. Doğrudur. Yəni bir dəfə iyonlara ayrılır. Yuxarıdakına deyirik dissosiasiya, aşağıdakına nə deyirik? Əks əlaqədir bu. Assosiasiya. Ya da özdə belə yazmışdıq. Assosiasiya. Çox istifadə olunmur, amma bilin. H-xloru iki yerə bölək buradan. De, dissosiasiya edək. H plus xlor. Bəli, bunlardan bunu iki yerə Hidrogen bölürük plus buradan. xlor. H müsbət plus xlor Xlor mənfi. mənfi. Hal-hazırda H-xlordan, yəni 1 mol H-xlordan neçə mol iyon alındığını gördük. 1. 2 mol toplam. 2 mol. Ümumi iyon deyirəm. 2 mol iyon ayrıldı. Bir hidrogen, birdən də xlor ayrıldı. Tamamilə doğrudur. Riyad, mənə iki əsaslı turşu de. Keçərsə NO2 olar. HNO3 məsələn. HNO3 bir əsaslıdır axı. Yaxşı, Hə. HNO3-u dissosiasiya edək. H müsbət Burada, plus NO3 iki mənfi. mərhələli Bir olur da. əsaslı olduğuna görə bir mərhələdə bəli dissosiasiya edir. Mənə iki əsaslı turşu de. Deyim müəllim. Qarışqa turşusu olur. Qarışqa turşusu deyir yoldaşınız. Qarışqa turşusu HCOH-dur və bir əsaslıdır. Biz üzvü kimyada keçəcəyik. Üzvü kimyanın əsaslıqları uşaqlar COH sayı ilə müəyyən olunur. Gəlin bunu dissosiasiya edək. Qeyri-adi bir turşudur. Bunların dissosiasiyası necə gedir? Arxa hissədən qopur hidrogen. Baxın. Və buradan qopur. Bu tərəfdən. Bura kiminə var? HCOO, HCOO mənfi. Bu birisi hidrogen isə müsbət.
Hidrogen zaten müsbətdir. Kənarda nə varsa o da mənfi yazacaqsınız. Zaten biri müsbət olmalıdır, biri mənfi. Yaxşı ki də bunu dedi yoldaşınız qarşıqa tursunu. Onun da dissosiasiyasını görmüş oldunuz. Amma Rəşad, mən iki əsaslı turşu de. H2SO4. H2SO4. Hə, Riyad. İki hidrogeni var. İki əsaslı turşudur. Neçə mərhələdə dissosiasiya edəcək? 2 Bir. mərhələ H+. Bəli, iki mərhələdə deyil Rəşad. İki mərhələdə dissosiasiya edəcək. Bir də bunun yekunu var. Mən Hə, bir. Riyad. Hə, qoy Riyad Bəli. desin görək Rəşad. Deyə bilməsə səndən soruşacağım. Mən bir Mərhələlərini de. H bir Bir SO4. dəfə hidrogeni çıxartdıq. Yerdə nə qaldı? Hidrogen müsbət SO4 də HSO4 mənfi. H2SO4 də Məsələn, mənfi. iki hidrogeni var, birini çıxartdım, biri qaldı içəridə. İndi bu HSO4 mənfini dissosiasiya edəcəm. Aha, buyur. İndi bunu çıxart da burada. H H plus müsbət plus. SO4 Aha, da mənfi. neçə mənfi? Bax, Mən baxırsan kökünə. Bu kökün ya kökünə bax ya da ki neçə hidrogen kənara qoyduğu var. Bax, toplamda neçə hidrogen kənara qoymusan? İki hidrogen İki kənara qoymusan, görürsən? İki hidrogen müsbət kənardadırsa şey. deməli bu Mənfi 2. 2 mənfi olacaq. Bəli. Yekunun da gəl yazaq demişdik. Yekunu biz məsələlərdə istifadə edirik. H2SO4-ü dissosiasiya edək. H2 plus 2H müsbət indeks gəldi qabağa. 2H Plus. müsbət plus SO4 üstü mənfi 2. 2 mənfi. Aferin. Desin Royal. Sual verirəm. 6 mol sulfat turşusu tam dissosiasiya etsə neçə mol ion əmələ gələr? 6-ya 3-dürsə 1-ə, yox 1-ə 3-dürsə 6-ya 18. Doğrudur. 1 mola 3 mol ion əmələ gəlirsə 6-ya da 18 mol ion əmələ gəlmiş olar. Bu da iki əsaslı turşularımızın dissosiasiyası uşaqlar. Ruziyə keçən dərsimizdə olmasa da düşünürəm ki, Ruziyə bunu yaza biləcək. Hə, Ruziyə? Bəli, müəllim. Həm bizim məktəbdən mən sizə 8-ci sinifdə keçmişəm bunu. Hə, H3PO4 neçə dəfə dissosiasiya edəcək? Neçə mərhələdə? 2 mərhələdə. Yox, 3 dənə hidrogeni var. Hidrogen, ona görə 3 dəfə olacaq. 3 dəfə olacaq. Bəli. Anladım. Bir dəfə də yekunun. Bayaq yazdıqlarımıza baxdın? Bəli, müəllim. Aha. Deməli, hidrogeni çıxaraq oradan. Onda bir hidrogeni çıxardacağıq. Hidrogen üstü müsbət, üstə gəlinsin. PO4, H2PO4. Aferin. H2PO4 Hı. mənfi. İndi H2PO4 ayıracağım. Bir hidrogenlərini çıxardıram. Buyur. Hidrogen üstü müsbət, Aha. üstə gəlinsin. HPO4 mənfi. Mənfi yoxsa neçə hidrogen kənara qoymuşam, unutma. 2 mənfi. 2 mənfi, aferin. HPO4 2 mənfini indi dissosiasiya edirəm, hissə isə. İndi də bunu çıxar. Bəli, H müsbət üstə gəlinsin. PO4, orada da 3 mənfi. Aferin. İndi yekunun yazaq. Yekunu da biz məsələlərdə edirik Ruziyə. Buyur. İndeks gəlir İndeksi qarşıya. qabağa atırıq. 3H müsbət üstə gəlinsin. PO4 3 mənfi. Aferin. Demək, sual verirəm. 10 mol orta fosfat turşusu tam dissosiasiya etsə, diqqətli ol, gör nə soruşuram. Neçə mol anion əmələ gələr? Bir dəqiqə. 1 mola 3 mol anion. Bir dəqiqə. Anion, mənfi yüklü. Anion, hə, 1 onda. 1 mol anion. Uşaqlar, bax, kationu istəmirəm sizdən. Sadəcə anionu 10 soruşdum. mola da 10 mol əmələ gələr. Bəli, 10 mola da x də olar, elə 10 mol anion. Əla. Tamamilə doğrudur. Getdik əsasların dissosiasiyasına. Demək, əsasların dissosiasiyasında sevgi bizə bir dənə əsas desin. Sevgi mənə bir turşulu əsasdır. Yəni, bir OH olan əsas. Sevgi. Buyur. Sevgi eşidirsən? Ümid, buyur. Sevgi səsimizi eşitmədi. Ümid, de görüm bir turşulu əsas de mənə. Natrium OH. Aferin. Natrium OH. Bir OH-ı var. Neçə mərhələdə dissosiasiya edəcək? Mən burada 1.
Bir mərhələdə dissosiasiya edəcək. Natriumla hidroksil qrupunu bir-birindən ayır. Buyur. Mən natrium Aha. natrium H olur. Müsbət. Həm Natrium müsbət plus OH. OH. OH mənfi. Aha. Aferin sənə. Natrium müsbət və OH mənfi. 1 moldan 2 mol ion əmələ gəlir. Tamamilə doğrudur. İkinci. Mən İkinci. OH-ı Aha. Buyur. OH-ı H üstəgəl O kimi yazırdıq, yoxsa Xeyr, OH elə bütöv şəkildə bu formada qalır. OH-a toxunmaq olmaz. OH hə elə hə. bu bütöv şəkildə mənfi yüklüdür. Ümid, biz demişdik ki, əsaslar iki yerə bölünür. Həll olanlar, suda həll olanlar qələvlərdir, bir də həll olmayanlar. Bəli. Suda həll olanları dissosiasiya edə bilərik, yoxsa həll olmayanları da dissosiasiya edə bilərik səncə? Yox, mən suda həll olanları eləyə bilirdik. Aferin sənə. Uşaqlar, yalnız suda həll olanları dissosiasiya edə bilərik. Yəni biz qələvlərimiz hansılardırsa yalnız onları. Qələvlər hansılar idi Ümid? Mən Lityum, birinci ha? qrupun Hamısı. hamısı, Ha, bir də aferin. ikinci qrupdan Aha. ikinci qrupdan 3 dənə idi. 3 dənə. Kalsiyum, Bəli. kalsiyum, stronsium, bir də Berium. baryum. Hə, barium. Все uşaqlar. Ancaq bu əsasları biz dissosiasiya edə bilərik, ha? Qalan əsaslara toxunmaq olmaz. İndi yoldaşınıza afərin, bir turşulu əsası dedi. Sevgi məni eşidir indi yoxsa yox? Sevgi burdadır. Uşaqlar, qrupa bir dənə zəhmət olmasa baxın, mən görmürəm. Buradadır, bəli. Burdadır. Yaxşı. Cəfər buyur. 2 turşulu əsas de mənə. Kalsiyum OH2, Afərin. Kalsiyum OH2-ni neçə mərhələsi var? Dissosiasiya edir. Neçə mərhələdə dissosiasiya edir? 2 2 mərhələdə dissosiasiya edir. Tamamilə doğrudur. Birinci, bir də ikinci. bəli. Yekununu da yazacaqsan. Yekununu da deyərsən. Birinci mərhələsi, buyur. Kalsiyum müsbət, Diqqətli ol, sən onda tam çıxartdın bunu. OH-ı çıxardırıq, Cəfər. OH-ın birini. OH, Aha. OH, kalsiyum OH, Afərin. Kalsiyum OH necə yüklüdür? Bu müsbət, mənfidirsə bu necə yüklüdür? müsbət. Müsbət, təbii ki. Biri mənfidirsə, o birisi müsbət olmalıdır. Özdə bir müsbət. Niyə bir müsbət? Çünki bir OH-ı kənara qoydum. Neçə OH kənara qoymusunuzsa, o qədər müsbət olur kalsiyum OH-ın üzərində. İndi kalsiyum OH-ı ayıracağım. Buyur. Kalsiyum müsbət, Bir müsbət, İki yoxsa 2 2 müsbət. müsbət. Bəli, bəli. Çünki artıq 2 OH-ı OH-ı mənfi. kənara qoymuş oluram. Tamamilə doğrudur. Baxın, 2 OH-ı kənara qoymuşamsa, kalsiyum təbii ki 2 müsbətdir. Və yaxud da kalsiyumun öz kökünə baxın. Kalsiyumun 2 dənə OH-ı varsa, deməli kalsiyum 2 valentlidir. Deməli kalsiyum müsbət oksidləşmə dərəcəsi göstərir. Deməli kalsiyumun yükü 2 müsbət olacaq. Yəni bu detallara fikir verin. Yekuna baxaq uşaqlar. Kalsiyum OH2-nin yekununu istəyirəm səndən. Buyur. Kalsiyum 2 müsbət, Aha. 2 OH mənfi. Tamamilə doğrudur. Aferin sənə. Desin Qasımlı Fatimə. Qasımlı. 5 mol kalsiyum hidroksid tam dissosiasiya etsə, neçə mol kation əmələ gələr? Kation bilirsən də necə yüklü hissəciklərdir? Kation necə yüklü hissəciklərdir? Müsbət. Aferin, müsbət yüklülərdir. İndi buyur. Sən normalda kalsiyum OH2 neçə mol görürsən? 1 mol. 1 mol. 1 mola nə qədər kation görürsən? 5 dənə. Yox, sən cavabı deyirsən, yoxsa 1 mola soruşuram. 1 mol kalsiyum OH2 dissosiasiya etdiyi zaman buradakı iyonları görürsən. Kation nə qədərdir, anion nə qədərdir, ümumi nə qədərdir? Nə qədər kationumuz var? 3 dənə. Sən ümumini deyirsən. Bax, bir dənə kalsiyum, 2 dənə OH nəzərə aldın, Qasımlı. Fatimə, Bəli. sən bir kalsiyumdan 2 OH nəzərə aldın, toplam 3 dedin. Bəli. Xeyr, mən səndən kationu soruşdum. Kationlar ancaq müsbət yüklülərdir. Anionlar isə mənfi yüklülərdir. Mən səndən soruşsamdı ki, neçə mol ümumi ion və yaxud da ümumi sözü demirəm. Deyirəm neçə mol ion, onda sən deyəndə 1 mola 3 moldursa 5 mola 15 olacaq. Amma mən səndən sırf kationu istədim. Kation burada deyəndə hansı nəzərdə tuturam? Kalsiyumu nəzərdə. Kalsiyumu.
Kalsiyumu, bəli. Onda nə deyəcəksən? 1 mola nə qədər kalsiyum əmələ gəlib? Elə 1 mol. Bəs 5 mola? 5 5 mola nə mola qədər da olacaq? Elə 5 mol. 5 mol. 1 mola 1 moldursa 5 mola da 5 mol olacaq uşaqlar. Əsasların dissosiasiyası bu qədər. Çünki əsasların dissosiasiyasında digər əsaslar, yəni 3 turşulu olan əsaslarımız suda həll olmayan əsaslardır. Onlar dissosiasiya etmədilər. Ona görə də onların adını yazmadıq. Əmrli faytimə keçirik duzlara. Duzların neçə növü var? Hansılardır? Duzların 6 növü var, amma biz 5-ini keçirik. 5 növünü öyrəndik. Hansı duzlar bir mərhələdə dissosiasiya edirlər? Normal duzlar, Aha. 2 qat duzlar, bir də qarışıq duzlar. Normal duzlar, 2 qat duzlar, bir də qarışıq duzlar. Bu duzlar bir mərhələdə dissosiasiya edirlər. Amma turş və əsasi duzlar isə mərhələli şəkildə dissosiasiya edəcəklər. Mənə bir dənə normal duz de. Bir dəqiqə. Mhm. Natrium SO4, natrium Normal, 2 SO4. normal duzun sxematik forması necədir? Metal Metal turşu qalığı. plus turşu qalığı. Aha. Metal plus turşu qalığı. Yoldaşınız dedi ki, natrium sulfatı demək istəyirəm. Tamamilə Bəli, doğrudur. natrium sulfatı. Olar. Aha, buyur. Bir mərhələdə dissosiasiya edirlər zaten. Birinci natrium 2 SO, natriumdan SO4 ayrılır elə. Yəni indeks gəlir qabağa. Necə deyəcəm? 2 natrium natrium. 2 müsbət. SO4 2 mənfi. 2 mənfi. Sual verirəm. 4 mol natrium sulfatdan neçə mol anion əmələ gələr? 1 mol natrium sulfatda Aha. 1 mol SO4, yəni anion əmələ Anion gəlir. 4 əmələ molda da gəlirsə? 4. 4 molda 4 Aferin. düşür. 4 molda da 4 mol əmələ gələr. Aferin sənə. Sunay bugün icazəlidir. Tükəz. Bəli. Mənə bir dənə, biz dedik ki, normal duzlardan başqa hansı duzlar bir mərhələdə dissosiasiya edirlər? 2 qat qarışıq. Bir dənə 2 qat duz de bizə. Mənim 2 qat duzun Birinci sxematik formasını de. metal, turşu qalığı. Aferin sənə. Metal və turşu qalığı. Buyur. Nümunədir. Litium, Mhm. alüminium, Aha. bir dənə də turşu qalığı. Diqqətli ol. Litium artıq 1 valentlidir. Alüminium da 3 valentlidir. Sən elə bir turşu de ki, 1 ilə 3 toplayanda həmin turşunun ya valentliyini versin, ya da indeksini elə bir rəqəm yaz ki, o turşu qalığının valentliyini indeksinə vuranda 4 versin bizə. Çünki artıq metalları elə dedin. Aha. Məsələn, Litiumla SO4 olsun 2 də. SO4-ün 2 dəfə. hə, SO4 özü 2 valentlidir. 2-ni vurdum 2-yə 4. 3 ilə də 1 topladım 4. Bunlar bir-birini tamamlamalıdır. Bəli. Bir mərhələdə dissosiasiya edir. Adı da belədir. Litium, alüminium, sulfat. Buyur. Mən burada litium, Aha. alüminium qalacaq, SO4-ü ayıracağıq. Bir mərhələdə dissosiasiya etmirik, bəs. Hə, litium müsbət, Hamısını ayır getsin. alüminium müsbət, Alüminium İki- neçə müsbət? 2 müsbət, 3 müsbət, 3 müsbət. 3 müsbət. Plus. Bir də SO4, 2 İndeks varsa SO4, keçir qabağa. Aferin. SO4 2 SO4 mənfi, neçə mənfi? 2 mənfi. 2 mənfi. Valentliyi uşaqlar qüvvət üstünə keçirdirsiniz, yəni yük kimi yazırsınız, kifayət eləyir. Sual verirəm sənə də. De görək. 7 mol litium alüminium sulfat tam dissosiasiya etdiyi zaman neçə mol ion əmələ gələ bilər? Mən 1 molda 3 mol ion əmələ gəlir. 1 molda Əmələ- 3 mol deyil. Diqqətli ol. 4 moldsa, Bəli, 7 dörd. molda 28. Aferin. 1 mola 4 moldursa 7 mola da 28 mol ion əmələ gəlir. Aferin. Davam edək Tural. Tural, bizim növbəti duz növümüz hansıdır ki, o bir mərhələdə dissosiasiya edirdi? Qarışıq müəllim. Qarışıq duzlar. Qarışıq duzların sxematik formulu. Metal 2 dəfə turşu qalığı idi. Metal, turşu qalığı. Doğrudur. Nümunə deyə bilərsən? Məsələn, kalsiyum, xlor. Aha. Kalsiyum 2 valentlidir, diqqətli ol. Xlor da Kalsiyum. 1 valentli turşunun qalığıdır. Onu gərək bir dənə də 1 valentli deyəsən. Brom.
Bromid. Aha, kalsium, xlorid, bromid. Turşu qalıqlarının valentliklərinin cəmi metalın valentini verməlidir. 1, 1 üst 1, alındı 2. Yoldaşınız doğru dedi formulu. Buyur, bir mərhələdə dissosiasiya et. Kalsiyum müsbət 2. 2 müsbət. Aha, Üstə gəlsin xlor 1 mənfi, elə mənfi. aha. Brom mənfi. Brom mənfi. Tamamilə doğrudur. Sual verirəm. 3 mol kalsium xlorid bromid duzunun tam dissosiasiyasından neçə mol anion əmələ gələr? 6 mol. 6 mol. Tamamilə doğrudur. Necə hesabladıq? 1 mola Odsa 2 mol da 2 aniondur. mol. Aferin. 1 mola 2 moldu çünki 2 dənə anionumuz var. 3 mola x. X də olacaq 6 mol. Aferin sənə. Davam edək. Məhəmməd. Məhəmməd. Hansı duzlardakı mərhələli şəkildə dissosiasiya edirdilər? Turşdan əsası. Turş duzlarla əsasi duzlar. Aha, sən mənə bir dənə əsasi duz de. Əsasi duzların sxematik formulu necə olur? Metal üstə gəlsin OH idi deyəsən. Düz deyirsən. Metal plus OH plus turşu qaldı. Turşu qaldı. Aha, buyur. Metal natrium üstə gəlsin OH, üstə gəlsin İndi qulaq as. Sən natriumu deyirsənsə, natriumun bir dənə OH var axı. Bir valentli metalın bir dənə OH-ı varsa, bu necə əsasi duz yarada bilər? Bir turşulu əsaslar əsasi duz yaratmırdılar. Bir OH olanlar əsasi duz yaratmırdılar. Elədir? Hı. Onda Bəli. natriumu götürə bilməsən, başqa bir metaldır. kalium. Kalium da bir valentlidir. Ya 2 valentli ya da 3 valentli metaldır. Kim deyər? Rəşad deyə bilərsən. Kalsiyum. Kalsiyumu götürə bilərik. Kalsiyum 2 valentlidir məsələn. Hə. Hə. Kalsiyumu Kalsiyum götürdük. Kalsiyumun Müəllim əsli nümunə deyirik. Bəli, nümunə istəyirəm. Əsasi duza nümunə istəyirəm. Deyim müəllim. De. Barium OH xlordan olar. Olar. Barium OH xlor. Xlor çıxır qarşıdan Ha, itir. yox, onu Barium demə, OH onu demə. verirsən. Onu Məhəmməd Hə, deyəcək. Ha, barium hidroksixlorid Məhəmməd. Bu neçə mərhələdə dissosiasiya edər səncə? 2 mərhələdə. Doğrudur. 2 mərhələdə dissosiasiya edəcək. Hər iki mərhələsini də yekununda yazaq. Buyur. Barium müsbət. 2 müsbət. Hə. Barium çünki Plus 2 var. İndi qulaq as. Sən tam yekunun deyirsən. Sən mərhələsini demədin axı. Əsasi duzlarda birinci arxadan gəlirik qarşı hissəyə, parçalaya. Məsələn, xlor mənfi. Elədir? xlor mənfi. Nə qaldı? Barium OH. Əsasların dissosiasiyası necə idisə, əsasi duzların da dissosiasiyası elə olacaq. Barium OH müsbət. Elədir? Bəli. Aha, sonra nəyə ayıracağım burada? Barium OH. Bəli, barium OH müsbəti dissosiasiya et. Barium müsbət. Neçə müsbət? Neçə müsbət? 2 2 müsbət. Hardan bildim? Birincisi, bariumun valentini əzbər bilməyiniz daha yaxşıdır. Barium 2 valentlidir, bunu bilməlisiniz. İkincisi də tutalım bilmədin, yadından çıxdı. OH 1 valentlidir, xlor da H xlorun qalıqıdır, o da 1 valentlidir. 1 ilə 1-in cəmi 2-ni verir də. Yəni barium 2 valentlidirsə, onda barium 2 müsbət olacaq. Yekun, belə deyək, bu yekun sayılır da, artıq ikinci mərhələ sonuncu mərhələdirsə, bu bunun yekunudur. Barium burada tamamilə iyonlarına ayrılıb, barium 2 müsbət verəcək. Ayırdım. OH nədir? Mənfi. Mənfi. İndi yekunun de, buyur. Barium 2 müsbət. Aha. Barium 2 müsbət. Plus xlor mənfi, üstə gəlsin OH mənfi. Plus OH mənfi, plus xlor mənfi. 1 moldan bilirik də artıq nələr əmələ gələ bilər. Sən mənə de görək, 4 mol barium hidroksixloriddən neçə mol iyon əmələ gələr? 12. Toplam. Doğrudur. 1 moldan 3 mol iyon əmələ gələrsə, 4 moldan da 12 mol iyon əmələ gələ bilər. Rəşad, mənə turş duz de bir dənə. Turş duzun sxematik formulu necədir? Turş duzun
Əsasi Şematik formulu şəhər. necədir? Metal. Hə? Ha, Turş duzun tərkibində nə olur? metal deyirəm, turş Turşu qalığı. qalığı. Yox, o 2 qat duzdur. Deyə bilərəm. De Tural. Metal, hidrogen, bir də ki turşu qalığı idi də. Yadıva düşdü. Rəşad. Ha, bəli. Ha, diqqətli olun. Metal, hidrogen, turşu qalığı. Onda nümunə de mənə bir dənə. Bir dənə turş duza nümunə de mənə. Bax, metal, hidrogen, turşu qalığı. Elə ki, bunların üçü sıralama ilə onun içində olsun. Aha. KH, Kalyum, H. kalium H, Aha. 2 PO4. Aferin sənə. Tamamilə doğrudur. H3PO4 turşusundan yaratdı Rəşad onu. H3PO4 turşudur. Hidrogenin birini əvəz elədi kalyumla. İkisinə toxunmadı. İkisi qaldı orada. İndi Rəşad, neçə mərhələdə dissosiasiya edər kalyum H2PO4? Yəni kalyum dihidroortofosfat. 3 dənə. 3 mərhələdə dissosiasiya edər, tamamilə doğrudur. Yekununda yazacaqsan. Birinci mərhələsi buyur. K plus Kalyum. kalium üstəgənsin 2 PO4. Yox. Bunu buradan ayırırsan, H2PO4'ü bütöv yazırsan. H2PO4 PO4. mənfi. Elədir? Bəli. Ha, indi H2PO4 mənfini dissosiasiya et. H plus H müsbət plus üstəgənsin H PO -2. HPO4 2 mənfi. Aha, indi bunu ayıracaqsan. O da H müsbət üstəgənsin PO -3. PO4 3 mənfi. Aferin sənə. Yekunun da de. Buyur. Yekununda Tamamilə hamısını ayrı-ayrı get. Bax necə ayıracaqsan da bilirsən. Kalyumu buradan ayırırsan. H-la da PO4'ü ayırırsan. Buyur. K plus Kalyum. K deme. Kalyum. Aha. kalium müstəgəl 2H Aferin. 2H. PO -3. Müsbət. PO4 də 3 mənfi. Diqqət Rəşad, sual verirəm sənə də. Demək 5 mol kalyum dihidroortofosfat tam dissosiasiya etsə, neçə mol kation əmələ gələr? Tam etsək 5 Aha. 10 olar da. Diqqətli ol. Bax, 1 molda nə qədər əmələ gəlir? Deməli Kationlar hansılardır? bunların hamısını toplayırıq müəllim, yoxsa 2H Yox, bu qulaq, mən səndən iyon sorursam, hamısını sorursam, gərək hamısını toplayasan. 1 dənə kalyum, 2 dənə hidrogen, 1 dənə də PO4. Toplam oldu 4 dənə. Mən səndən yalnız kationları istədim. kationları istədirsə onda Ya müsbətlərdir, yoxsa mənfilər? 3 dənə olur da müsbətlər. Aferin. Mən onu istəyirəm səndən. 1 dənə 15 kalyum, 2 dənə hidrogen. Tamamilə doğrudur. 1 moldan neçə mol kation əmələ gəlir? 3 mol. 15 dənə. Bəs 5 moldan 15. 15. Şo? Aferin. Uşaqlar. Dissosiasiya buydu. Bugün müəllimə təzə dərs keçəcəyimi? Xeyr. Dissosiasiyanı hələ həzm eləyin. Dissosiasiyanı birinci. Çünki digərlərinin həm PDF-ini də göndərəcəm. Dissosiasiyanı bir yerdə göndərəcəm təbii ki, amma bugün istəmirəm. Bugün qalan testlərimizə baxaq. Çünki oksidativ turşuduzu biz yekunlaşdırmalıyıq. Burada mesajlar yazmısınız? Mən görməmişəm. Aha, deməli 50 2 əsası sulfat bu nədir? Cavablar vermişsiniz burada. Anladım. Aferin. Demək, bizim oksidləri bitirmişdik, əsasları bitirmişdik, turşuları bitirməmişdik. Düz deyirəm. Burada qalmışıq uşaqlar. 34-də qalmışıq, yoxsa harda qalmışıq siz deyin. Əmirli Fatimə harda Kesin elə qalmışıq? bunlar qaldı. Siz deyin də uşaqlar, sizin dəftərinizdə qeyd olunub. 34'e kimi yazmışdıq? 34-ün özünü yazmışdıq belə başa düşürəm. 35-dən etibarən suallarınızı verirsiniz, yoxsa bir-bir baxalım? Müəllim bir-bir baxardısa. Mən yadımda da bunları yazmışıq uşaqlar, yoxsa yox? Bunları yazmışıq. Deyirəm də mən bunları yazdıq. Əyani dərsdə yazdıq, səhv eləmirəmsə, hə? Müəllim. Mən bizdə Aha. heç nə yazmamışıq.
Sizdə heç nə yazmamışıq. Hə, sizdə vaxt çatmadı. Hə, Tövfiq biz çox şey duzlara yazdı. çəkdik. Belə eləyək. 35-dən etibarən yazaq. 35-dən etibarən Balarza səndən başlayırıq. Buyur. Bəli, müəllim. Burada deyir iki Bəli, Tural. əsaslı. Heç nə mənim suala cavab vermək istəyirəm. Hə, tamam. O da belə eləyək. Balarza bunu desin. Nömrələməni başqa cür eləyəcəm. Turalgildən başlayıram birinci. Bir dənə Balarza bunu desin, artıq başladı. İki əsaslı qüvvətli turşunun formulunu buyur. Formulunu istəyir. H2SO4 müəllim. H2SO4, bəli, iki əsaslı turşudur və qüvvətli turşudur. Bilirsiniz ki, turşuların qüvvətli sırasında ən qabaqda gələn turşumuzdur. Başlayırıq Məhəmməddən. Məhəmməd, 36-cı testdən başlayaq. Buyur. Suli reaksiya məhsulunun aid olduğu sinif. Bir-iki Buyur. maddələr. İksir Aha. ədəd maddəsini müəyyən edin. Aktiv metal su ilə reaksiya daxil olarsa nə alınır? Məsələn, natrium aktiv metaldır. Su ilə reaksiya getsə nə alınırdı? Natriumun su ilə reaksiyası uşaqlar. Reaksiyaları çox önəm verin Qələbə uşaqlar. alınırdı. Yəni reaksiyanı tam istəyirəm sizdən. Nə alınır? Elementlər kimyasında reaksiya bazavız çox olmalıdır. Çox Natrium OH-la göstərilməz. hidrogen alınır. Tamamilə doğrudur. Niyə ancaq Əmirli Fatimə bilir ki? Qeyd edeyim. Bir yerə qeyd edeyim Məhəmməd. Natrium OH və hidrogen tamamilə doğrudur. Natrium OH nədir Məhəmməd? Əsas. Hə. Hə, tərkibində OH varsa əsasdır. Deməli, aktiv metalın su ilə reaksiyasından alındı əsas. Turşu oksidi. İstənilən bir turşu oksidi de mənə, Məhəmməd. Turşu oksidi. Məhəmməd, bir dənə turşu oksidi. PDF-i qarşınıza qoyun, heç olmasa elə deyin. Heç nə olmaz. Zamanla öyrənəcəksiniz. Məhəmməd desin, heç kim deməsin. Məhəmməd, bir dənə turşu oksidi de. Demək, Məhəmməd turşu oksidini tanımır. Rəşad, bir dənə turşu oksidi de mənə. Məsələn, Məhəmməd, SO2. Üzərinə su gəlsə, nə alınır? Məhəmməd, SO2-nin üzərinə su gəlsə, nə alınır? Müəllim, mən sual verici deyəsən. Deyim Bəli, mən. sual verdim. Barium SO2-nin su ilə reaksiyasından nə alınır, Rəşad? SO2-nin su ilə Reaksiyasından nə alınır? Buradan birləşdir də bunları, Rəşad. H2SO3 olar müəllim. Bəli, H2SO3 olar. Turşu alınır. Nədir? Bəli, turşu alınır. Hə, Rəşad? Siz o boyda dissosiasiyanı bildiniz, bunu bilmirsiniz. Turşuların dissosiasiyasını yazan adam nətər turşunu tanımaya bilər? Turşu. Turşu oksidindən alınır, turşu. Aha, Məhəmməd, əsaslı oksid de mənə bir dənə. Rəşad, əsaslı oksid de mənə. Burada kim mənə cavab vermirsə, qarşısına bir mənfi qoyuram, xəbəriniz olsun. Valideynlə danışmağa görə. Müəllim deyim. bariumu. Baryum oksid. Bəli. Bəli. Baryum oksid su ilə reaksiya girə bilən bir əsas oksiddir bu arada. Nə alınır burada? Baryum. Əsas alınır. Bəli, əsas alınır. Baryum OH2 uşaqlar. Qeyd edin, reaksiyaları qeyd edin, yoxlayacağım. Baryum oksidin su ilə reaksiyasından baryum OH2 alır. Yəni nə alınır? Əsas alınır. Demək, düzgün cavabımız əsas, turşu, əsas. B variantı doğru cavabdır. Qeyd edin. Davam edək. 37-ci sual. Buyur, kəs. 37-ci sual sənindir. Turş duz əmələ gətirməyən turşuları Aha. göstərir. Aha. Turş duz əmələ gətirməyən turşuları göstərmən. Turş duz əmələ gətirməməsi üçün Aha, neçə hidrogen olmalıdır turşu əmələ gətirməyənlərin? birdən çox olmalı. Yox, əmələ olmalı. gətirməyən deyir. Bir olmalıdır, bir. Bəli, yalnız bir hidrogeni olanlar turşu əmələ gətirə bilməzlər. Amma bir hidrogendən artıqdırsa, iki əsaslıdırlarsa, üç əsaslıdırlarsa, yəni hidrogenlərin sayı çoxdursa, demək turşu əmələ gətirə bilər. Onda hansı variant olar?
Bir əmənə 1. gətirər. Yalnız 1. B. Yalnız bir əmənə gətirməz. 2 də əmənə gətirər, 3 də əmənə gətirə bilər, 4 də əmənə gətirə bilər. Cavabımız yalnız 1 B variantı olar. Aferin. 38 Tural. Hansı reaksiyalar gedər? Mən burada yalnız 3-dür. Sən bizə reaksiyalarımızı bir-bir deyəcəksən. Nə qədər çox reaksiya bilsən, bir o qədər yaxşıdır. Civə Mən pasiv bir metaldır. Diqqətli ol. getmir də. Getmir. Aferin. 2. İkincidə e, Hansı qaydadır? mən Duzla bu turşunun aha, duzla turşu qaydası, bəli. Burada e, qayda necə idi? suda həll olan olmalı idi ikisi də. Yox, yox. O duzla duzdaydı, duzla əsasdaydı. Duzla turşuda uşaqlar baxırdıq nəyə? Turşunun qüvvətlilik, Hə, bəli, bəli. qüvvətlilik sırasına. Xlorid gəlir sulfatdan nəyi çıxartmaq istəyir? E, H2SO, orada SO4-dür mənim. Bəli, H2SO4-ü çıxartmaq istəyir. Çıxara bilərmi? Mənim çünki Turşuların qüvvətlilik sırasını deyək. Sulfat, sulfat turşusu, H-xlor, xlorid, nitrat, orta fosfat. Sonra H2SO3 var idi. H2SO3. Sonra Sonra üzvü əlavə etmək turşular istəyən varsa deyin uşaqlar. Üzvü turşular. Sonra var. H2CO3, Ve silisyum. H2S, Silikat. H2 silisyum O3. Bəli, ən zəif turşu metasilikat turşusudur. Yoldaşınız deyir ki, H-xlor sulfatı çıxara bilməz. Doğrudur. Çünki hər bir qabaqda olan turşu sonrakını duzundan sıxışdırıb çıxarar. Onda H-xlor sulfatı çıxara bilmirsə, bu reaksiyada getməz. Üçüncü, Üçüncüdə mən əsası oksidlə turşunun Turşunun reaksiyası. Aha, buyur. bu zaman kuprum OH-xlor alınır da mən burada. Yox, yox, yox. Tuz ve su Kuprum, alınırdı. duz və su alınır yenə. Kuprum, xlor 2 və su. Hə, hə, hə. bəli. Kuprum, xlor 2. Kuprum 2 valentlidir burada. Burada da 2 valentlidir. Mis 2 xloriddir bunun adı. Plus su. Reaksiya getdi deməli. Üçüncünün reaksiyası gedər. Dördüncü, Orada da mən kuprum pasiv metal olduğu üçün getmir də. mis pasiv metal olduğu üçün getmir, tamamilə doğrudur. Düzgün variantımız yalnız 3 C variantı olacaq. Qeyd edin. Əmirli Fatimə, buyur. 39-dan etibarən. 39'da bu sefer istəyir ki, hansı reaksiyalar getmir. Hı -hı. Birinci reaksiya kuprum, yəni mis pasiv metaldır deyə getmir reaksiya. Doğrudur. 2. İkinci də getmir. Qızıl da pasiv metaldır. Qızıl çox passivdir, getmir. Aha, üçüncü. Sink, H-xlor bu gedir. Nə alınır? Amfoterlə amfoter metalla Amfoterliyə baxma. Turşular az aktiv metallarla, aktiv metallarla girər reaksiyaya. sink Buradan xlor, alınan sink sink xlor xlor ilə hidrogen. plus hidrogen. Sink H plus H xlor, sink xlor 2 plus hidrogen doğrudur. Üçüncü reaksiya gedər. Bəli, gedir. Dördüncü də gedir. Gedir çünki aktiv bir metaldır. Sulfatın Natrium. duru suyla yazsaq Natrium alınır. 2 SO4 ilə su. Hidrogen çəkir. H2 hidrogen tamamilə doğrudur. Hansı reaksiyalar getmir? B Bir variantı doğru variant. 40-cı sual. Qasımlı Fatimə. Fatimə, buyur məsələni oxu. 40-cı məsələ. Artıqlaması ilə götürülmüş xlorid turşusunun 3 qram sinklə reaksiyasından neçə litr hidrogen ayrılır? Aha, reaksiyanı de. Nə ilə nəyin reaksiyasıdır? Xlorid turşusu ilə sinkin Doğrudur. Nə alınır? Sink, sink H xlor 2. Bax, sinklə xlorun reaksiyası, əvəz etmə reaksiyasıdır. Sink xlorla birləşəcək, hidrogen qalacaq kənarda. Plus H2. Məsələ yazırıq deyə əmsallaşdırmalıyıq. H xlorun qarşısına neçə yazaram? Neçə yazaram H xlorun qarşısına? 13 Sağda 2 dənə xlor var. Solda da neçə dənə xlor olmalıdır ki, bərabərlik İki dənə. olsun? Neçə? 2 dənə 2 dənə. Yazdım. Əmsallaşma tamamlandı. Məsələnin şərtindəkiləri hara yazırıq? yuxarı Yuxarı. 13 qramı hara yazacağım?
Sinkin sinkə üzərinə 13 qram. Neçə litr hidrogen? X yazırıq. X litr hidrogen. Doğrudur. Bəs biz sinki neçə qram tanıyırıq? 65. 65. Aha. Hidrogenə. Mən soruşmayayım. Sən özün cavab ver. Ardıcıl şəkildə, sürətli şəkildə özün cavab ver. Hidrogen neçə litrdir? Qazların 1 mol neçə litrdir Fatimə? 22,4. Doğrudur. 22,4 litr. Biz hidrogeni 1 mol görürük. Bu da tənasübümüz. Tənasübü hesablasaq 13 ilə 65 ixtisara getdi. 65-i 13-ə böləndə 5. X də bərabərdir. 22,4-ü də 5-ə bölsək 4,48 litr olar. Bəli. B variantı doğru variant Fatimə. 41-ci suala baxırıq. Buyursun Cəfər. Cəfər 41 oxu. 200 qram 7,3 faizli xlorid turşusu ilə 2 mol sinki qarışıqlı təsirində neçə Aha, litr reaksiyanı de. Reaksiya. Q plus H xlor Aha. sink H Sink xlor 2. Sink H demirik. sink xlor 2 plus Aha. H. Bəli, metalla turşu birləşəndə, reaksiya gedəndə orada əvəz etmə reaksiyası baş verəcək. Sink turşu qalığı ilə birləşəcək, hidrogen də oradan əvəz etmə reaksiyası üzrə ayrılacaq. Əmsallaşdır. Orada H xlorun qabağına 2 atarıq. Doğrudur. Məsələdə verilənlərə görə biz məsələdə reaksiyanın üzərinə nə yazacağam? Nə yazacağıq? Sinkin üstünə 2 mol yazarıq. Aha. H xlora bəs? H xlora Aha. 200-ün 7,3-ün Doğrudur. 200 qram 7,3 faizli o deməkdir ki, 200-ün 7,3 faizini tapacağıq. O da eləyər 14,6 qram. Demək Onda 14,6 qram H xlor var. Aha. Biz nə qədər görürük sinki? 36,5. Molla. Yox, sinki. Hə, 1 mol orada. Aha, bunu da görürük 2 vur 36,5. Bəli. Elədir. Bizdən nə soruşur məsələdə? Bizdən hidrogen alınır. Alınan hidrogenin litrini istəyir. Biz özümüz də hidrogeni 22,4 görürük. Cəfər, sinkə görə hesablama aparacaqsan, yoxsa H xlora görə? H xlora görə. Niyə? Çünki H Biz xlora nə görə. edirdik həmişə? Yox, biz nə edirdik həmişə? Nisbət götürürdük. Bəli. Sinkdə 2-nin 1-ə nisbətdədir. H xlorda isə 14,6-nın 2 vur 36,5-ə nisbəti kimidir. Hansı daha böyük rəqəmdir? Yox, Sink. sink daha böyükdür mən. Deməli, artıq qalan maddə hansıdır? Sinkdir. Ona Sinkdir, görə mən. artıq qalmayan maddeyə görə hesablama aparacağıq. 14,6-ya x, 2 vur 36,5-ə isə 22,4. Hesablamamızı aparaq. 0,4. Bunlar gedirdi ixtisara, səhv eləmirəmsə, uşaqlar. Burada qalır 7,3. 4-dən %48. Aha, 5 dəfə az olur, düz deyirsən. X 4-dən oldu 4,48 litr. Aferin sənə. Uşaqlar, məsələni yazanda yenə reaksiyasını yazdıq, əmsallaşdırdıq, şərtində verilənləri üzərinə yazdıq, amma şərtdə hər iki maddənin miqdarını vermişdi. Hər iki maddənin miqdarını verdiyi zaman biz onların artıq qalan miqdarını tapırıq. Yəni nisbət götürürük. İlk kimyəvi anlayışlarda öyrənmişdik. Nisbət götürdüyümüz zaman artıq qalan maddəyə görə hesablama aparmırıq. Digər maddəyə görə hesablama aparırıq. Ona görə də biz hidrogen xloridə görə hesablama apardığımıza görə cavab oldu 4,48. Növbəti sualımıza keçid alaq. Buyursun Ümid. Ümid, 42-ci suala baxırıq. Buyur. 5,4 qram 3 valentli metalın xlorid turşusu ilə reaksiyasının 0,6 qram hidrogen ayrılarsa metalın nisbi atom kütləsini müəyyən edin. Xlorid turşusu ilə reaksiya. Nəyin xlorid turşusunun reaksiyasını yazacağım? 3 valentli metal. 3 valentli metal da bilmirik hansı metaldır. Ona görə bir x qoyacağım. X 3 valentli bir metaldır. Bunun H xlorla reaksiyasını yazacağım. Buyur. Bilirsən Mən ki, burada- metalla turşu reaksiyaya girəndə metal turşu qalığı ilə birləşir. X xlor Dəcəl H.
X xlor belə yazsam X 3 valentlidir, xlor da 1 valentlidirsə necə olacaq formul? Formul onda Aha. olacaq X xlor X xlor 3 3 plus H2. H. Əmsallaşdır. Mən orada sol tərəfdə H-ın qabağına 2 yazırıq. Hələ Yoxsa H-ın 6 qabağına baxma. yazırıq. Bəli, 6 yazırıq. Niyə? Çünki xlorun indeksində 3 var, tək rəqəmdir. Onu eləsə 2-ni 3-ə vursam 6 İkisinin olar. də qabağına solda 2 yazırıq. Aha. Hidrogen Hidrogen solda 6-dır, sağda 2-dir, qabağına 3 yazırıq. Afərin. Məsələnin şərtində verilənləri hara yazacağam? 5 3 valentli metal X-in üstünə yazırıq. 5,4 qram yazdım. Sonra Sonra hidrogenin üstünə də 0,6 qram. doğrudur. Sonra Metalın nisbi atom kütləsini metalın nisbi atom kütləsini istəyir bizdən. Biz nə qədər görürük? Öz gördüyümüz metal nə qədərdir hal-hazırda? Naməlumdur. Nə yazacağam ora? X, Neçə X? 2X, 2X doğrudur. Hidrogen neçə qram görürəm? 3 qram. Yox. 1 mol hidrogen 2 qramdırsa 3 molum 6 qram görürəm. Və yaxud da 6 6 qramı istəyirsinizsə bütöv yazmayaq. Zaten ixtisar gedəcək. 3 vur 2 yazıram. İndi tənasübümüzü qurduq. 2x bərabərdir. 5,4 vur 3 vur 2 böl 0,6. Buyur Ümid hesablayaq. Mən yuxarıda 9 10 var. 9 vur 3 vur 2 57 edir. Yox, 2 ilə də 2 getdi ixtisara. 9-da 3-ə vurdum. 27. 27. 27 hansı elementin ayrıdır? Kim deyər? Kim deyər? Alüminiumun, hə? Alüminiumun ayrıdır. 27. Ayrılar yadınızdan çıxmasın uşaqlar. Tamamilə doğrudur. Hesapladı yoldaşınız. Buyursun Sevgi. Sevgi yenə eşitmir bizi. Yox, mən eşidirəm. Eşidirsən, nə olmuşdu? Bayaq cavab vermirdin Sevgi. Mən. Bəli. İnternet getmişdi. Aha. 27-ci sual sənindir. Buyur. Neçənci müəllim? 27-ci sual deyirəm. 43-cü sual sənindir. Buyur. Bayaq 27 cavabı aldıq. Fikrim onda qaldı. 43-cü sual istəyirəm səndən. Buyur. 1 və 3-cü qablarda H2, Aha. 2-ci qabda NO2 ayrılır. X, Y vəziyyət metallarını müəyyən edin. Deməli, birinci qabda ayrılır. Deməli, X maddəsindən X maddəsi hansıdır ki, reaksiyaya girir? Birinci qabdan ayrılır hidrogen qazı. Üçüncü qabdan ayrılır ondan da hidrogen qazı. İkinci qabdan isə NO2 qazı ayrılır. NO2-ni hələ sən bilməyəcəksən, onu mən sənə kömək eləyəcəm. Amma H-xlor nə ilə hidrogen verə bilər? Pasiv metallarla verə bilər. Artıq sıranı da bilirsiniz. Aktiv, orta aktiv, pasiv. Hansı metallarla reaksiyaya girir H-xlor? Aktivlərlə girir. Bunları sayın. Bəli. Bir də nələrlə girir? Az aktivlərlə. Az aktivlərlə. Bilirsən də aktivlərimiz hansılardır? Hansılardır aktiv? Maqneziuma qədər olan metallar. Bəs az aktiv? Az aktivlər isə mənim maqneziumdan hidrogenə qədər olan. Afərin, hidrogenə qədər. Bəs pasiv? Passivlər qiymətli metallar hidrogendən sonrakı. Yəni mis, civə, gümüş, platin, qızıl. Bu metallar pasiv metallardır və H-xlor onlarla reaksiya getməz. H-xlorla əgər reaksiya girib hidrogen çıxardırlarsa X maddələri, X metalları, onda X-in altında pasiv olmamalıdır. Onda bütün variantlar hələ ki uyğun gəlir. Hə, Sevgi? Bəli. İndi geç Z maddəsinə. Z-də bax. Çünki Z-də də H2 alınır. Duru sulfatla da eyni prosesdir. Passivlərlə getmir duru sulfat, digərləri ilə gedir. Onda hansı variantı gedir? A variantı Bir də olmaz B çünki pasiv var. Aha. B variantı, E variantı. Y variantı da gedir. Tamamilə doğrudur. Çünki bu metallar pasiv metallardır və onlarla reaksiya getməz dedik. Onda cavab ya B-dir, ya C-dir. Diqqətli olun. İndi keçirik ikinci qaba. İkinci qabda hansı metaldır ki NO2 yaradır? Y metalı hansı metaldır ki NO2 yaradır? Bax, variantların birində platin var, birində gümüş var. Mən bir qayda demişdim. Demişdim ki, bəzi metallar var ki, onlar ümumiyyətlə reaksiyaya girmirlər.
Ancaq zərhəldə həll olurlar, çar arağında həll olurlar. Onu eyni zamanda uşaqlar Platindir. kral suyu da deyirlər. Aha. Platin deyirik ona. Deməli, platinlə uşaqlar qızıl heç bir turşu ilə reaksiyaya getmirlər. Ona görə də C variantı doğru variantdır. B variantını da oradan çıxardırıq. Çünki orada platin var. Y platin ola bilməz. Y yenə gümüş ola bilər. Bəli, gümüşlə yenə qatı nitrat reaksiya daxil ola bilir. Keçəcəyik. Alır argentium NO3 plus NO2 plus su. Doğru variant C variantıdır. Tamamilə düzdür. Davam edirik növbəti sualımıza. 44. Desin Ruziyə. Ruziyə buyur. 44-ü saxlayın duzlar bölməsində eləyərik uşaqlar. Duzlarda bir qayda var, onu izah edəcəm. Ondan sonra baxacağıq. Bu testləri amma yadda saxlayın hansılar qaldısa. 44-45-i qeyd eləyin. 46-cı suala baxaq mı? Bəli, baxırıq. 46 buyur. Dəmir lövhənin səthindəki pası təmizləmək üçün xlorid turşusundan istifadə edirlər. Xlorid Bəli. turşusu dəmir lövhənin üzərindəki pas reaksiyaya girərək dəmir xlorid və su əmələ gətirir. 107 qram dəmir hidroksidi təmizləmək üçün neçə qram 10%-li xlorid turşusu məhlulu lazımdır? Dəmirin turşusu ilə reaksiya ehtimalını nəzərə almayın. Demək, burada da təəssüf ki, indi baxıram məsələmizdə xlorid turşusu H-xlordur uşaqlar. Və dəmir hidroksidi təmizləmək üçün, amma bizə yox, bizə veriblər, yəni problem deyil. Sırf normal duz alınsın deyiblər. Yaza bilərik. Bəzi qaydalar var ki, qoy da indidən deyim hansı qaydaları demək istəyirəm uşaqlar. Əsaslarla turşular arasında reaksiya gedəndə alınan duz və su neytrallaşma reaksiyaları olur. Bu məsələn ferrum OH3 H-xlorla reaksiyaya gedəndə buradan 3 cür duz əmələ gələ bilər. Əsasi duz əmələ gələ bilər. İndi H-xlor deməyi H2SO4 deyə, çünki H-xlor turş duz əmələ gətirə bilmir. Məsələn, bu reaksiyadan 3 növ duz əmələ gələ bilər. Həm əsasi duz yaranar buradan, həm turş duz yaranar, həm də normal duz yaranar. Bunların da duzlar bölməsində reaksiya. Son hissəmiz qalıb duzlarda ki, istəyirəm bir dəfəlik izah edeyim ki, həm duzlardakı testləri yaza biləsiniz, həm buradakı testləri. Müəyyən qaydalarımız var ki, əsasi duzun alınmasına, müəyyən qaydalar var turş duzun alınmasına və normal duzun alınmasına. Ona görə bu tipli testləri saxlatdırdım duzlara. Amma burada məsələdə deyir ki, dəmir lövhənin səthindəki pas təmizləmək üçün xlorid turşusundan istifadə edilir. Xlorid turşusu dəmir lövhənin üzərindəki pasla reaksiyaya girərək dəmir 3 xlorid və su əmələ gətirir. 107 qram dəmir 3 hidroksidi təmizləmək üçün neçə qram xlorid turşusu lazımdır? Yəni artıq sizə hansı maddənin alınmasını deyir deyə bunu saxlamıram duzlara. Amma deməsəydi saxlayacaqdım. Çünki burada yenə deyirəm 3 növ fərqli duz əmələ gəlir moldan asılı olaraq. İndi burada Ruziyə sənə artıq maddənin hansı olduğunu deyib. Yəni deyir ki, ferrum OH3 dəmir 3 hidroksiddir. Üzərinə H-xlor gəlin deyir. Alınsın dəmir 3 xlorid və su. Konkret sənə maddənin hansı maddə alınmağını deyir. Sən onda bir dənə qaldı məsələni həll eləmək. Buyur. Reaksiyanı əmsallaşdıraq. Əmsallaşdıraq bir dəqiqə. Hidrogenin birinci Lütfən ferrumuna hidrogeni baxaq. birinci eləməyin. Ferrum. Ən axıra saxlayın. Bəli. H-xlorun qabağına 3 yaza bilərik. Yox. Xlorun indeksindəki tək rəqəmi birinci cüt eləməlisiniz. Bunun qarşısına 2 yazdım. Bəli. Dəmirə nə Yazardıq. qədər? Sonra 2. 6 Aha. və orada da qaldı 3. 3. İndi əmsallaşdırmanı etdik. Görək düz oldu mu? Nəysə səhv eləmədikmi? Baxım görüm. Yox, hidrogeni 3 yazmalıyıq. Qabaqda da bizim hidrogenimiz var. Qabaqda gör nə qədər hidrogenimiz var. Deməli onda orada 6 hidrogen 6 6 elə yazacağıq. Elə 6 yazacağıq 12 dənə. Demək 6 oksigen hər şey tamamlandı. Buyur. Məsələdə bizə deyir 107 qram dəmir 3 hidroksid. Qram dəmir 107 qram dəmir hidroksidi üstündən 107 qram yazırıq. Aha. Və Sonra onu nə təmizləmək soruşur? üçün neçə qram 10%-li xlorid turşusu məhlulu lazımdır? Yəni Neçə qram 10%li deyirsə, buradakı faizin qabağındakı qram nəyi göstərir? M maddəni yoxsa M məhlulu? Neçə qram 10%-li məhlulu göstərəcək? Əlbəttə M məhlulu. Uşaqlar, məhlul bölməsi yadınızdadır yəqin ki, 300 qram 10%li deyirəm məsələn. Faizin qabağındakı rəqəm məhlulu göstərir. Biz məhlulu tapmaq üçün yalnız bir düsturumuz var. Omega oradan tapacağıq Ruziyə. M maddə bölünsün, M məhlul. M məhlul vurulsun 100%, o da bərabərdir 10%-ə. Onda bizdə bu düsturda nə istəyir? Məhlulu istəyir. Məhlulu tapmaq üçün gələ biz nəyi tapaq ilk öncə?
M maddə bizə M lazımdır. maddəni gərək tapaq. Onda M maddəni hardan tapırıq? Ə, Reaksiyadan tapırıq. bəli, mənim. Çünki omega H xlorunkudur. Vəsə buyur. Dəmir 3 hidroksidin kənardan kütləsini hesablayaq. Dəmir 56-dır. 3-ü də 17-yə vuraq. Eləyəcək 56 üstə gəlir. 1, 2 yadda 51. İndi bu da 107 etdi. Bəli, 2 vur 107. 107. Aha. 6 vur 36 onda 5. 36,5. Yo, hesabla. Deməli 107-lər gedəcək. 2, 6, 3 vurulsun 36,5. O da eləyər. 5 1 yadda. 9 109,5 eləyər. Bəli. 109,5 aldıq uşaqlar. Aldığımız qiyməti aparıb qoyuruq M maddənin yerinə və hesablayırıq. Deməli, bu omeqanın davamını hesablayıram. Göy qələmlə hesablayıram. Omega H xlor bərabərdir. M maddəmiz oldu 109,5. Bölünsün M məhlul. M məhlul. Bərabərdir 1 bölünür. bölünsün 10. Hə, Aha. yaxşı. Aha, yaxşı. Biri yazıram ki, uşaqlar üçün rahat olsun, bilsinlər ki, neynədik. Onda bir, %10. O da elədi. Onda 1. Məhlul da bərabərdir. 95. 1905. Hı -hı. 1095. 1905. 95. 1095, bəli. 1095. Bu da bizim məsələmizin həlli. Aferin sənə Ruziyə, çox gözəl izah elədin. Demək uşaqlar, məsələdə diqqət elədiyiniz məqam reaksiyadır. Əmsallaşdırdıq məsələmizi, məsələnin şərtində verilənləri üzərinə yazdıq. Bir də əsas məqam məsələdə neçə qram 10% deyirdisə, oradakı neçə qram deyəndə faizin qabağındakı rəqəm nəzərdə tutulur. Yəni M məhlulu göstərir. Şagird bunu bilməlidir ki, M məhlulu mən necə tapa bilərəm? Omeqadan tapa bilərəm. Omeqadan da tapmaq üçün ilk öncə M maddəni tapmalıyam. M maddəni də tapandan sonra yerinə qoyub hesabladıq. Aferin Ruziyə. Royal 47-ci sual sənindir. Buyur. Mühəndis sink metalından hazırlanmış məmulatları korroziyadan qorumaq üçün onların səthini fosfatlamaq üsulu ilə örtmək istəyir. Bu Aha. prosesdə fosfatlamaq üçün ortofosfat turşusundan istifadə edilir. Ortofosfat turşusunun sink metalı ilə reaksiyasına sink, ortofosfat və hidrogen qazı əmələ gəlir. 390 Doğrudur. qram sinkdən neçə qram sink ortofosfatın alındığını hesablayın. Aha. Paslanmanın qarşısını almaq üçün istifadə edirik. Olur sink hissəgənsin H3PO4 ortofosfatın formuludur. Ondan da alınır sink PO4 PO4 H3-ün qalığıdır deyə sink 3 sink 2 PO4-dən valentlidir. iki dəfə. PO4 2 bəli. Və Aha. hidrogen qazı alınırdı yazı, Aha. əmələ gəlir yazı. Əmsallaşdırarıq. Reaksiya mənim əmsallaşdırmam hidrogen təkdir. Qarşısına 3 ataram. H3PO4-ün qarşısına 2, 6. Yox, sən buradakı sink ortofosfatdan hesabla. Bax, PO4-ün 2 dənə Sinki PO4-ü var. 3-dürsə, deməli solda 3 olmalıdır. Aha. Bəli. Burada Kesin bu 3 qədər. alındı. Buyur. Bəli, alındı. Məsələnin şərtində verilənləri yazaq. Deyir ki 390 qram sinkdən yuxarıda yazır 390, aşağıda 3 vur 63, 195 biz gördüyümüzdür. H3PO4 lazım deyil, sinkə gedib baxmalıyıq. Sink Bizdən sink PO4-ü ortofosfatı istəyir. bəli. Mən Aha. onu hesablamışam. Aha, Dəqiqə. hesablamısan sink 3PO4-dən 2 dəfəni. Bəli. 300 Deməli, nə qədər salınır? Bir dənə 3 kalkulyator vur verin. 65 plus 2 2 vur vurdu 100. Bu da PO4 nə 190. qədərdir? PO4 31 plus 64-dür. Vur 2. 195 üstə gəl. 190 300 nə qədər şeyməli? 190. 5 8 1 yata 385. 385. Aha. Bəli. Aşağıda yazır 385, yuxarı x-i Aha. tapanda da 2 dəfə artıb da 2 dəfə artıbsa 385 2 dəfə artacaq 770. Cavab nə qədər elədi? 770. 770. Aferin sənə. Bəli. Tamamilə doğrudur. Uşaqlar fikir verirsinizsə bu iri həcmli testlərdə sizə MR falan vermir. Yəni bu biraz ətraflı yazılı testlərinə oxşuyur. MR vermir. İstəyirsən özün tapasan MR-i. Və biraz da hesablama tipli olur. Yəni hesablama daha üst hissə olur. Ona görə diqqət edin riyazi hissələrə fikir verin. Aferin sənə Royal. Mən bir şey Tamamilə sorsam doğrudur. olar. Bəli, bəli.
H2 plus O2 su alınır da. Onu O2 Bəli. plus H2 yazında fərqi olur. Xeyr, heç bir fərqi yoxdur. Yəni ətraflı şəkildə siz Tamam. açıq testlərdə O2 plus H2 yazsaz heç bir fərqi yoxdur onun uşaqlar. Narahat olmayın. 48, 49, 50-ci suallara baxırıq. 48, buyur. Riyad sənindir. Oxu. Bəli. Buyur Riyad. Ekologiya mühəndisliyi sənaye zavodundan çıxan kükürt dioksid qazını sulfit turşusuna çevirməklə zərərləşdirmək istəyirlər. Bu prosesdə SO2 su ilə reaksiya daxil olur və sulfit turşusu əmələ gətirir. Aha, gəl o reaksiyanı deyək uşaqlara. SO2 Hı. qazı su ilə reaksiyaya daxil olaraq sulfit turşusuna çevrilir. Nə Sulfit alınır? turşusu gətirir. H2SO3 alınır. SO3. Əmsallaşdırmağa gərək var? Xeyr. Aha, yoxdur. Buyur, davam elə məsələni. Hı. Mühəndis gündəlik olaraq 320 qram SO2-ni zərərləşdirə bilir. Bu zaman alınan sulfit turşusunun kütləsinin qramını hesablayın. Aha. Hə. 300 qram SO2-ni zərərsizləşdirə bilir deyir. Bu Hə. zaman alınan sulfit turşusunun kütləsini hesablayın. Ona sənə SO2-ni veribdi. Qiyməti 320-dir. 320-ni hara yazacağam? SO2-nin üzərinə. Sulfit turşusu nə qədərdir? X qram, bilmirəm. X. Bəs biz SO2-ni nə qədər görürük? SO2-nin emerini hesablaya bilərsən? Ayrı Bəli. vaxtda da. 32 plus 32 plus aha, 16 aha. Vur 2. yəni Oksigen indeksinde burada 2 var axı. 32 oldu. 32 64 qram. Deməli SO2-ni mən nə qədər görürəm Riyad? 64. H2 SO3-ün də emerini sən hesabla. Bax mən heç nə deməyəcəm. Buyur. SO3-ün H2 SO3-ün emeri lazımdır bizə. Kütləsini istəyir axı biz. 1 Aha. 1 üstə 32 1 üstə gəlsin. 16. Bəs burada indekste 2 var axı. Ha 10. 1 vur 1 2. vur 2 Hə. üstə gəlsin 32 Aha. üstə gəlsin 16 vur Aha. 3. Vur 3. Doğrudur. Hesaplayaq bunları. 48. O da 2, 50, 82. Çıxmam da anlamadım. Aha. 82-dən 64 çıxırıq. Hesaplayaq. 320'ye x 64'e 82. 18 qram H2 oldu. Hesapladın artıq. Bundan bu gedər ixtisara 64-dən 32 gedər. 32'ye getsə elə bu 2 qalar. Burada qalar 10. Bundan bu gedər. Burada qalar 5. 5'i də 82'ye vursaq 41. 410 qram. Elədir Riyad. Məsələmizin cavabı bəli, məsələmizin cavabı 410 qram olar. Yəni 64 qram SO2-yə 82 qram sulfit uyğundursa 320-yə də X uyğun olacaq uşaqlar. 48-də cavab 410. Davam edək. Novruz buyur. 49-cu sual sənindir. İkivalentli metalın 10 qramının su ilə qarşılıqlı təsirinə 18,5 qram qələbə alınır. İkivalentli metalın su ilə reaksiyasını yazaq gəl. X plus H2O. Aha. İkivalentli metaldırsa neçə? Əsasımız neçə valentlidir? Neçə turşulu əsasımız var? 2. 2 turşulu əsas. Yəni necə yazacağım formulunu? X, O, X, O, H, H2. aha, plus. Plus. Bir dəqiqə. Aha. Hidrogen olur da, plus H2. Aferin, hidrogen. Doğrudur. Əmsallaşdıraq. Orada elə H2-in qabağına 2 yazırıq. H2'nin yoxsa H2O'nun? H2O-nun. H2O-nun. H2O'nun qabağına 2 yazdım. Hı-hı. Burada artıq 4 dənə hidrogen oldu. 2 dənə də oksigen oldu. Kifayət elədi. Buyur. Şərtdəkiləri hara yazacağım? 10 qram su ilə qarşılıqlı 2 mən X-in üstünə 10 qram yazırıq. Üstünə 10 qram yazaq. Ha. Sonra? X, O, H2-in üstünə 18,5 qram. Doğrudur. Aşağıda da X-in altına X. Eləcə X. Burada? Orada 12, 34. 12, deməli bu elədi 34, hə? 17-ni 2-yə vurdum 34. Burada da X var. Yazıram X plus. X plus 34. Tənasübümüzü qurduq. 10x plus 300 qram. Çarpaz vurub açmaq zorundayıq uşaqlar. Çünki
Deməli 18,5x 40 bərabərdir. alır mənim. Artıq hesabladın. Aferin sənə. 8,5x bərabərdir 340. Yoldaşınız deyir 40 alınır. Baxaq. Düzdür 4 müəllim? dəfə düşür. Bəli, aferin sənə. X bərabərdir 40. 40 hansı elementin aiddir? 40. Bəli. Kim Kalsiyum. bilirsə desin. Kalsiyumun. Aha. Uşaqlar bir dənə də elementimiz var. Yəni cavab 40'dır bu arada. Bir dənə elementimiz var. Kalsiyumdan izobar idi. Yəni kalsiyumun argon. Aferin sizə uşaqlar. Argon. Tamamilə doğrudur. Argonda da argonun sıra nömrəsi 18, atom kütləsi 40'dır. Kalsiyumun sıra nömrəsi 20, atom kütləsi 40'dır. İzobardılar bunlar. Aferin Novruz. 50-ci sual. Buyursun Nərmin. Nərmin buyur 50-ci sualı oxu. Qələv metalın 19,5 qramının su ilə qarşılığı təsirindən 28 qram qələvə alınır. Bu metalın nisbi atom kütləsini hesablayın. Əvvəlcə reaksiyanı yazaq. X plus H2O bərabərdir. Neçə valentli metal? Qələvi metaldırsa bu neçə valentli olmalıdır? 2 valent. Neçənci qrup? Deyilmi? Birinci qrup. Birinci qrup olmalıdır. Yəni 1 valentli metaldır. Aha. Bəli. 1 valentli X metaldırsa H2O bərabərdir. XOH aferin. Aferin sənə. plus Düz açdın. hidrogen. Əmsallaşdırdığımız zaman bir valentli metalın su ilə reaksiyasından hidrogendən başqa hamısının qabağına 2 atın. Bunu əzbərləyin artıq. Bayaq Novruzun yazdığı testdə X 2 valentli olduğu idi. Çox əziyyət çəkmədik. Suyun qarşısına 2 yazdıq, vəsə. Amma bir valentli metal olanda hidrogendən başqa hamısının qarşısına 2 yazırsınız. Buyur. X qrama X plus 17 Birinci şərtdəkiləri yazaq ondan sonra. Bu rəqəmləri uyğun yerə yazaq. Qələvi metal. 19,5 qrama Aha. 28 qram. Qələvi, aha. X qrama da X plus 17 qram. X-a X plus 17 X qram. plus 17. Bilirsiniz də ki, niyə ortaq belə deyək, mötərizə xərcinə çıxartdım? Çünki bu iki X və oksigen, hidrogenin hamısına aiddir. Ona görə mötərizə içində yazmaq məcburiyyətində idim. Yenə vurub açacağıq. 2x vur 28. Yəni çarpaz vurmalıyıq. Hesablayaq uşaqlar. Buradan əmələ gəlir. Demək bunlar ikiləri gedir. İxtisara aparaq. İkiləri Hesab getsin. edir. 28x bərabərdir. Hı -hı. 19,5x Aha, plus 19 15'i 7'ye vurun bir dənə uşaqlar. Bir nəfər vursun. 300 Aha. 331,5 eləyir deyəsən. Hesablayaq onda. Oy, hamısını sildim. Gözlüyün hamısını sildim. Müəllim neçəyə vuraq dediniz? Vur 2, vur. Bir dəqiqə. 19 15 17'ye vurun. 331,5 Dəqiq. milyon Aha, faiz. 331,5. Aha. İndi hesablayaq. 28'in 19 15'ini çıxanda 8,5x bərabərdir. 8 15x. Aha. 331,5 331,5. X x-ə eləyər. bərabərdir 39. X də bərabərdir neçəyə? 39. 39 da kalyumun uşaqları ayrıdır bu arada. Cavab oldu 39. Yəni bayaq yazdığımız 49-cu sualın eynisidir. Sadəcə valentliyi fərqi var idi. Afərin Nərmin sənə. Davam edirik. Buyursun Əli. Əli. 51-ci sual. Baxım görüm 51 nədir? 51'i saxlayırıq duzlara uşaqlar. 52'ni də həmçinin qeyd eləyin. 51 52'ni saxladıq duzlara. Duzların bir qaydası var. Onu izah edəndən sonra oksidlərdə də səhv eləmirəmsə buna uyğun test var idi. 53 və 54 50 çox maraqlı bir sualdır. Məncə yaza biləcəksən düşünürəm. Görək necə yazacaq Əli. Buyur 53-cü sual sənin də oxu. 2 qabda neçə qram sink oksigen əlavə etmək lazımdır ki, İkinci tərəzinin qaba. Aha. 2 qaba yoxsa ikinci qaba? 2 qaba yox, ikinci qaba. Rum Amma rəqəmində tərəzinin- C şəkilçisi göstərilmir. Aha. Bəli, tərəzinin tarazlığı dəyişməsin. İkinci qaba nə qədər sink oksid əlavə eləyərsən ki, tərəzinin tarazlığı dəyişməsin. Bax, birinci qabla ikinci qabın tarazlığı dəyişməsin o deməkdir ki, hər ikisində kütlə eyni olmalıdır da hələ, hə? Məsələn, Bəli. kənar bir şəxs olsaydı burada, kimya öyrənməyən şəxs olsaydı, ilk baxışdan cavabı nə deyərdi? 14.
X-i 14 deyərdiniz də, elədir uşaqlar. Deyərdiniz ki, bu Bəli. 14 qramdırsa, bu da 14 olsun ki, tərəzinin tarazlığı dəyişməsin. Amma biz kimyaçıyıq. Biz bilirik ki, qabın ağzı açıqdırsa, söhbət birinci qabdan gedir. Qabın ağzı açıqdırsa, bax burada. Bir problem ola bilər. Orada əgər dəmir H-xlorla reaksiya getsə, orada qabın ağzı açıqdır. Axı bax buradan bilinir ki, ağzı açıqdır. Oradan qaz çıxsa, bizim kütləmizdə bir fərqlilik yaranacaq. Qaz uçub getsə, əli, qabdakı maddə azalar yoxsa dəyişməz? Azalar da mənim Təbii ki, uçub getsin. azalar. Yəni 14 qram dəmiri bura əlavə eləmişəm. Qaz uçub gedərsə, artıq burada o rəqəm 14 olmayacaq. 14-dən aşağı bir rəqəm olacaq. Ona görə sən birinci qabda olan reaksiyanı apar. 14 qram dəmirdən gör nə qədər hidrogen uçub gedəcək. Gör nə qədər sənə minus olacaq orada bir belə deyək zərbə dəyəcək o qaba. Burada nə alınır? Ferrum xlor 2 plus H2. Əmsallaşdırdığımız zaman H-xlorun qabağına 1-2 yazacağıq. Dəmir 14 qramdır. 14 qram dəmirdən gör nə qədər hidrogen ayrılar. Normalda biz dəmiri nə qədər görürük? 56. Aha. Sonra nə yazacağam? Davam elə. Sonradakı H2. H2-də 2 qram görürəm. Bəli, 2 qram. 56-dan 2 qram hidrogen uçub gedərsə, 14-dən nə qədər uçub gedər? 56-nı 14-ə böləndə eləyir 4. X də bərabərdir 2 böl 4. 0,5 qram hidrogen neynədir uşaqlar? Çıxdı. Hı. Ayrıldı. Uçdu. Fərqi Onda yoxdur. müəllim 14-dən də 0,5 çıxıb, yəni Aferin bərabərləşdirəcəyik. sənə, aferin sənə. 14 qram dəmir əlavə eləmişdim uşaqlar. Bunun 0,5-i uçdu getdi. Yəni qabımda 0,5 qədər azalma baş verdi. Onda nə qədər qaldı qabıma? Qabıma 13,5 qaldı. Yəni bu qabın gəliri 14 olmadı əslində. 13,5 oldu. Onda sink oksiddə nə qədər əlavə eləməliyik ki, tərəzi tarazlaşsın? Elə Bəli. 13,5. Yenə də deyirəm, əgər buradan hidrogen qazı çıxmasaydı, 14 qram dəmir əlavə eləyiblərsə, burada 14 qram sink oksid əlavə eləməliydilər normal olaraq. Amma 0,5 qram zərər dəydisə, o zərəri oradan çıxırıq. Əlimizin gəlirinə gedirsə, digər qabda da onu yazırıq. Aydındır Əli? Bəli müəllim. Aferin. 54-cü sual balarza eynən bu sualdandır. Buyur. Mənim ilk Yenə öncə burada kalsiumdan H-xlorun reaksiyasını yazmalıyıq. yazaq. Aha. Kalsium üstəgəlsin H-xlor Mhm. bərabərdir kalsium xlor üstəgəlsin H. H2. Əmsallaşdıraq. Əmsallaşdıranda 2 yazırıq. Şu. Aha, buyur. Mənim kalsium üzərinə 20 qram yazırıq. Mhm. Hidrogenin üzərinə X yazırıq. X. Burada yazırıq 40. Kalsium 40. Hidrogeni də yazırıq 2. Mhm. Burada ixtisarlar gedir. X bərabər olur 1-ə. X də bərabərdir 1 qram. Yəni 1 qram hidrogen qazı ayrıldı. Buxarlanır. Buxarlandı. Bəli. 19 qram qalır tərəzidə. Biz digər Aferin. tərəfdə 19-a bərabər eləməliyik. 19 qram qaldı. Deməli, digər qaba da 19 qram sink oksid əlavə eləməliyik ki, tərəzi tarazlaşsın. Super. Aferin sənə. Cavab olacaq uşaqlar 19 qeyd eləyin. Növbəti suallarımız. Artıq turşuları bitiririk. 55-ci sualda nədir? Duzun 1 molunda. Vəsə. 55 ilə saxlayırıq duzlar bölməsinə. Çünki hansı duz alınacaq? Yenə də deyirəm, 3 cür duz alına bilər buradan. Bunun bir qaydası var. Onları duzlarda eləyəcəyik. 56-nı yazırıqmı? Bəli, yazırıq. 56, 57-ni yazırıq uşaqlar. 56. Buyursun Məhəmməd. Buyur. Tural əl qaldırmış. Qoy Tural yazsın bunu. 56. Buyur Tural. Mən burada birinci bizə xlorid turşusunu verib. Bizdən oksigen atomlarının sayını istəyir. Biz Bəli. hər bir turşunun formulunu yazmalıyıq. Xlorid turşusu. Xlorid turşusu H-xlor O2 idi tamam. Aferin sənə. Sulfit. Sulfit isə H2SO3 idi. Aha. Hipoxlorit. Xloriddə H-xlor O. Aha. Ortofosfat. H3PO4. Nitrat. HNO3. HNO3. Все. Turşu molekulunda oksigen atomlarının sayını istəyir. A getdi hara? A getdi 2-yə, 2-yə. B. 3-ə, C. 1-ə. C 1-ə. D. Bəli. D getmir. Heç birinə getmir. Y. 3-ə gedir. Все.
Çox asan bir sual idi, amma turşuları bilən şagird üçün təbii ki. 1C, 2A, 3B, Y. Afərin Tural. Qəşəng hipoklorit turşusunu falan dedi. Yəni onlar biraz çox istifadə olunmayan turşulardır, amma yoldaşların adında deyil. İstifadə olunmayan deyəndə ki, uşaqlar turşuların qüvvətli sırasında adı yoxdur. Amma sizə qəbul imtahanına düşən, yəni o çərçivə sənədində var. Hipokloritin adı var, ona görə öyrənməlisiniz. 1C, 2A, 3Y. Məhəmməd, buyur, 57-ci sual sənindir. 57-ci sualda yadınızdadsa demişdik ki, PKO1 su ilə 3 cür reaksiya daxil olur və o reaksiyadan alınan maddələr istəyir bizdən. Birinci 0 dərəcədə, yəni soyuq su. Soyuq su 0 dərəcə, ilıq su 20 dərəcə deməkdir, qaynar su da 100 dərəcə. Bəzən dərəcələri yazırlar. İlıq, qaynar falan yazmırlar. Ona görə dərəcəni də yazıram ki, səhəri gün üstə bunu düşəndə problem yaşamayasınız. Nə alınırdı buradan? HPO3. HPO3 doğrudur. Bu turşunun adı nədir? Metafosfat. Metafosfat. Aferin sənə. Metafosfat. Doğrudur. İkinci reaksiyanı desin Rəşad. Rəşad buyur. İlıq sudan nə alınırdı Rəşad? Müəllim deyim. Eruziya. Niyə Rəşad Pirofosfat. deməsin ki? Rəşad niyə bilmir bunu? De. Pirofosfat alınırdı. Pirofosfat. H4, P2, O7. Pirofosfat. Üçüncüdən. Ortofosfat idi məncə. Orta fosfat idi. Doğrudur. Yəni H3, PO4. Всё. 1-ə uyğun gəldi uşaqlar. A. 2-yə uyğun gəldi. C. 3-ə də uyğun gəldi. B variantı. A, C, B. Bəs mənə tükəz desin. Tükəz. Burada D variantı və Y variantını heç nəyə aid etmədik. Amma onların adlarını istəyirəm səndən. Formullarını verib adlarını səndən istəyirəm. Buyur. D, Y də müəllim. Bunların adı nədir? İsim gəlir müəllim. Bəli, gəlir. D variantından Məncə- alınan turşunun adı nədir? Bu turşunun adı nədir? Orta fosfit. Yox. Orta deyil bu. Sadəcə fosfit Fosfit. istisna turşumuz idi ki, əsaslı turşuydu 3 hidrogen olmasına baxmayaraq. H3PO2 Hmm, kim deyər? Hipofosfit. Hipofosfit. Bəli, Bəli. fosfit, hipofosfit. Hipofosfit daha balacadır. Bir əsaslı turşudur. Turşuları burada yekunlaşdırdıq. Bunun da cavabını bildik. Gedək duzlara. Duzları işləmişdik sizlə yoxsa yox? Hər iki qrupla Bir baxmışdıq qədər duzlara. yazmışdıq. Neçəyə kimi baxmışdıq? Tural. Mən tam dəqiq gəlmədim. Aha, uşaqlar, real Müəllim- gedən qrupu, real neçə dənə yazmışdıq? Hara qədər gəlmişdik? Mənə elə gəlir ki, biz baxmamışdıq əslində. Heç baxmamışdıq. Tamam, onda birincidən başlayırıq. Kalsium sulfatın formulunu müəyyən edək. Birincidən etibarən başlayırıq. Tural səndən başlayaq. Buyur. Tamam. Birincidə istəyir ki, kalsium sulfatın formulu. Mən burada C variantda kalsium SO4. Kalsium SO4 doğrudur. 1 C variantı. 2 Əmirli Fatimə. Dəmir xloridin kimyəvi formulunu müəyyən edin. Dəmir burada 3 valentli olduğuna görə A variantıdır. A variantı doğru variant. Tamamilə düzdür. Əməlli Fatimə cavabı dedi, Qasımlı desin indi. Üçüncü sual Qasımlı. Hansı sırada yalnız duzlar göstərilir? 3'te C var. C variantı. Yok Y C'də variantı. bu oksitdir. Kalsiyum, Hansı? flor, kalyum. Aferin. Y Bəli, variantı. Y variantı doğrudur. Metal turşu qalığı, metal turşu qalığı. Hər ikisi normal duzdur. Aferin sənə. 3-də cavabımız Y variantı. Ümid. Ümid buyur 4-cü sual. Yalnız 2 qat duzlardan ibarət sıranı müəyyən edin. 2 qat duzlarının formulu necə idi? Metal, sxematik formulu. Plus Metal plus duzlar. metal, 2 metal plus Hə. turşu Bildim. qalığı, hə? Turşu qalığı, bəli. Metal turşu qalığı. Variant? Sən A variantında nəyi çıxarıq? 2 qat deyil Mən- yəni. Mən A variantında 3-cünü çıxırıq. Mhm. Sonra B-də Niyə çıxdı? Necə duzdur ki o? o Hidrogeni hidrogen var. olduğuna görə Turş də duz. mən Turş turş duz çıxdı. Aha. Metal hidrogen turşu qağıdır. Turş duzdur o.
B variantı. B variantı olur. B variantında bax natrium alüminium O2 ilə kalium manqanodür normal duzlardır. Natrium alüminium O2, H alüminium O2 deyilən bir turşu var, onun duzudur. Hidrogenin yerinə natrium yazsan olacaq normal duz. Sonra kalium permanganat. Permanganat turşusunu tanıyırsınız. Permanganat turşusunda hidrogeni çıxarıb yerinə kalium yazsaz olacaq normal duz. Ona görə də B variantından bu iki duzu çıxartdıq. C variantından bəs? Mən C variantında ortadakını çıxırıq. Ortadakını çıxırıq çünki normal duzdur. Həmçinin Bəli. kalium 2 sinko2-ni də çıxırıq. Çünki kalium 2 sinko2 H2 sinko2 deyilən bir turşu var. Onun duzudur. Yəni metal turşu qalıq. Baxan kim bilinir ki bu turş duz da deyil. Elədir. Turş duz deyil. Əsasi duz deyil ki tərkibində OH olsun. Qarışıq duzda 2 dənə turşu qalığı olmalıdır. O da deyil. Ondan bilməliydin ki bu normal duzdur. Heç birisi deyilsə normal duzdur. Aha C-ni də çıxdıq, B-ni də çıxdıq, A-nı da. D variantı D variantı düzgün variant. düzgün Deməli, variantdır. Bəli, bəs Y-də nəyi çıxırıq? mən Y-də də yenə birincində elə hidrogen olduğuna görə Aha. Y o variantında ümumiyyətlə hamısını çıxırıq da. bəli. Hidrogeni var, turş duzdur. Hidrogeni var, B turş duzdur. turş düzdür. OH-ı var, əsasi duzdur. Əsası bəli. Aferin. Ümid doğrudur. D variantı doğru cavab. Cəfər 5-ci sual. Buyur Cəfər. Turş duzları müəyyən edin. Turş duzun sxematik formulu metal, Metal turşu qalığı. hidrogen, Hidrogen turşu qalığı. turşu qalığı. Aha, buyur. Bir olar. Olar. Maqnezyum. Birincidə hidrogen var. Aha. CO4 də turşu qalığıdır. Hı-hı. 2 dolar. CO3 2 də dolar. karbonatın qalığıdır. Aferin sənə. Aha. 3 ilə 4 3 ilə 4 olmaz. 3 necə duzdur? OH-ı varsa. OH var da əsasdır. Əsasi duz. Aferin. Burada da 4 OH-ı var. əsasdır. Əsasi duz. Bəli. 5 güclü natrium metal, H, bir də o da karbonatın qalığı. Tamamilə doğrudur. Aferin. 1, Aynen. 2, 5 düzgün variantımızda uşaqlar. 1, 2, 5 cavabı A variantında var. 5-ci sualın cavabı A variantı olacaq. Aferin sənə. Davam edək. Sevgi. 6-cı sual. Buyur. Hansı hadisələrdən alınan hər iki maddə suda həll olunur? Aha, deməli bizə çöküntülər lazımdır. Mən PDF-imdə çöküntüləri sizə vermişəm. Birincisi, hər bir variantdan hansı duz alınacaqsa onu bizə de. Mən ona uyğun sənə sual verim. Məsələn, 6-cı sualda A variantından nə alınır? Kuprum SO4. Doğrudur. Kuprum SO4 plus H2O. Çünki bu turşudur, bu da əsasi oksiddir, reaksiya gedər. Kuprum SO4-ə baxacaqsan. SO4-ün çöküntüləri hansılardır? SO4-ün 5 dənə çöküntüsü var idi. Hansılar idi? Kalsiyum SO4, stronsiyum SO4, baryum SO4, gümüş SO4, bir də qurğuşun SO4. Düzdür? Bəli. Ha, misin adı burada var. Xeyr. Bu sulfatın çöküntüləridir uşaqlar. Bax, yazdığım metallar sulfatın çöküntüləridir. Əzbərləyin. Bu çöküntülərin içində misin adı yoxdur. Deməli, mis suda həll olar. Mis sulfat suda həll olar. Onda A variantı deyil cavab. Aydındır. B variantına keçid alaq. Buyur. Mənim orada da xlor, yəni natrium xlor üstəgəlsin baryum SO4 alınır. Aha, baryum xlor 2 ilə natrium sulfat ümumiyyətlə birinci bax gör reaksiya gedə bilər yoxsa yox. Baryum xlor 2 suda həll olan duzdur, natrium sulfat da suda həll olan duzdur. Hər iki duz suda həll olan olmalıdır çünki şərtimizə görə. Natrium xlor yer dəyişmə eləsək, natrium xlor plus baryum SO4. Çöküntü var burada. Burada mənim bəli. Baryum SO4 çöküntüdür. Bəli, natriumun heç bir duzu çöküntü olmasa da ən azı bir çöküntümüz var deyə reaksiya getmiş olar. Deyir, hər iki maddə suda həll olmasın. Elə Orada deyil. natrium xlor Bir həll natrium olur xlor deyə həll olur. Aha. Burada bir maddə oldu uşaqlar. Bir maddə oldu amma yenə də olmaz. Bizə deyib ki, 2 maddə olsun. Ona görə B variantı da yanlış cavabdır. Davam eləyək. C variantı. C variantında alınır ki, alüminium SO4 üstəgəlsin. Birinci reaksiyanı yazaq. Alüminium SO4, alüminium 2 SO4-dən 3 dəfə plus H2O.
Alüminium sulfat həll olandır suda. Çöküntü deyil, suda həll Bəli. olunur. Suya da baxma, su Yaxşı. zaten sudur. Onda bu da değil, hə? Bəli. Bu da değil. C variantı da değil. D variantı ve Y variantını diğer şagirdimiz desin. Desin Ruziye. Buyur Ruziye. D variantı senindi, buyur. Argentium NO3 üstəgəlsin baryum xlor 2. Birinci Orada bax gör bunlar reaksiya girə bilər yoxsa yox. Bəzən bəri başdan getmirlər deyə boşuna əziyyət çəkmə. Bu gör gedir yoxsa yox. mənim Argentium NO3 çöküntü əmələ gətirir də. Demək Argentium NO ümumiyyətlə uşaqlar NO3-ün heç bir duzu çöküntü deyil. Yadınızda qalsın. Argentium xlorla birləşmir. Bəli, argentium yox, mən başdan soruşuram, başdakını soruşuram. Hə, NO3-ün, yəni nitrat turşusunun bütün duzları bir yerə qeyd edin. Düzdür, mən PDF-də qeyd eləmişəm, amma yenə də bir əskilik görürəm. Bütün duzları həll olur suda uşaqlar. Həll olur. Yəni nitratın bütün duzları həll olursa, onda argentium NO3 də həll olan olacaq. Barium xlor 2. Xlorun cəmi 2 dənə çöküntüsü var. Hansıdır xlorun çöküntüləri? Argentium xlor çöküntüsü. Bəli. Bir də quruluşun. Bir də quruluşun. Başqa xloridin çöküntüləri yoxdur. Qalan hamısı həll olur. Barium xlor 2 onda həll olandır. Yəni ilk baxışdan bunların reaksiyası mümkündür. Davam edək. Aha, indi dəyişmə eləyə bilərsən. Argentium xlor 2. Xlor 2 yox. Argentium 1 valentlidir, xlor da 1 valentlidir. Xlor. Aha, çöküntü plus Üstəgəlsin baryum NO3. NO3-dən 2 dəfə. Barium çünki 2 valentlidir. Aha, barium NO3-dəki dediyi NO3-ün bütün duzları həll olandı. Argentium xlor bir dənə çöküntü oldu. Burada da bizə deyir ki, hər iki maddə çöküntü olsun. Ona görə D variantını da götürməyəcəm. Və sonuncu Y variantı qaldı. Cavabımız Y variantıdır yəqin ki. Gəl görək ki, niyə Y variantıdır. Buyur. Deməli, kuprum SO4 üstəgəlsin baryum OH2. Suda həll olandı. Bu da suda həll olan əsasdır. Aha, yer dəyişmə eləyək. Kuprum OH2 üstəgəlsin baryum SO4. SO4-ün də əmələ gətirdiyi çöküntülərdən biri baryumdandır deyənə. Kuprum OH2 də suda həll olmayan əsasdır. Yəni qələvi deyil. Qələvi deyil. Biz bilirik ki, qələvilər yalnız suda həll olur. Ona görə kuprum OH2 də qələvi olmadığına görə bu da çöküntü sayılır. Və hər iki maddə çöküntü olduğuna görə Y variantı doğru variantdır uşaqlar. Aydın oldu? Bəli. Əla. 7-ci sualdan etibarən başlayırıq. Yadımdadır ki, bu sualı da izah eləmişdim. Hazırlıqda, yəni hazırlığımızda izah eləmişdim, amma qrupun biri deyir ki, müəllimə biz edə bilmədik. Artıq 9-cu sualdan etibarən qaydamızı izah eləyəcəm. Hansı ki, bayaqdan deyirəm ki, oksidlərdə, əsaslarda, turşularda bəzi suallar vardı, onları saxlamışdıq və bu 9-cu testdən etibarən duzların ilk bölməsi üçün bu qaydanı izah edəcəm. Ondan da artıq bütün qaydaları izah etmiş oluruq uşaqlar. Çox asan bir qaydadır amma. 7-ci sualın izahını bizə desin Novruz. Novruz yox, Royal. Royal, bir qayda deyəcəm sənə, ona uyğun izah edəcəksən. Deməli, yəni Müəllim, burada belə bir şey olmalıdır. Bu həll olmamalıdır bu ikisi, yoxsa həll olmalıdır bu. İndi onu deyirəm. Deyir, məhlulda eyni zamanda hansı maddələrin olması mümkün deyil. Məsələn, mən natrium OH-la, yox, natrium OH deməyim, hamımızın bildiyi bir reaksiya. Bir dənə reaksiya da mənə Royal. Ürəyin hansı reaksiyanı istəyirdi? Nə reaksiya deyim? Burada olanlardan desəm olar, Yox, yoxsa? ürəyin hansından istəyirdi? Həm fərqi yoxdur. Suyun reaksiyasını deyə bilərəm ya da. De, hansını istəyirsən de. H2 plus O2 və H2O. H2 plus O2 alır H2O uşaqlar. Mən H2 ilə O2-ni bir qabda saxlaya bilmərəm. Bu maddələrin bir qabda eyni zamanda bu maddələrin olması mümkün deyil. Niyə? Çünki mən bunları bir yerə qoysam reaksiya gedəcək. Bəli. Mümkün deyil o deməkdir ki, bunlar avtomatik reaksiya gedəcəklər. Mən onlara görə bunları bir yerdə saxlaya bilmərəm. Amma mislə H-xloru bir yerdə saxlaya bilərəm. Çünki zaten mən onları bir yerə qoysam, onlar bir-birlərinə mane olmayacaqlar. Onlar zaten reaksiya getməyəcəklər. Ona görə eyni zamanda bu iki bu maddələrin qabın içində eyni anda mövcud olması mümkündür.
Mesela bir dənə qab götürsəm, ora misi də rahatlıqla qoya bilərəm, H-xlor da rahatlıqla qoya bilərəm. Bilirəm ki, onların reaksiyası baş tutmayacaq. Ayrı-ayrılıqda bu maddələrə heç bir ziyan dəyməyəcək. Yəni bu maddələr başqa bir maddəyə çevrilməyəcək. Amma mən bir qabın içində hidrogenlə oksigeni yanaşı qoydumsa, 100% onlar bu şəkildə qalmayacaqlar. Onlar tamamilə belə də yoxa çıxacaqlar, yaradacaqlar yeni bir maddəni və bunların bir qabda saxlamaq olmaz. Aydındır nə demək istədiyim? İndi Royal, burada 7-ci sualda səndən reaksiya getməyini istəyir, yoxsa getməməyini istəyir? Getməyini istəyir. Mümkün deyil deyirsə, bəli, reaksiya getsin deyir. Deyir hansı qabda reaksiya gedəcək? Yəni sualı dolayı yolla verir sizə. Məhlulda eyni zamanda hansı maddələrin olması mümkün deyil deyirsə, reaksiyanın getməyini istəyir. Reaksiyanın getməyi mümkün olsun. Başladıq A variantından. A variantında magnezium xloriki ilə HNO3-ün reaksiyası mümkündürmü? Dəyişmək olar. Biz Mümkün deyil. turşularla duzların reaksiyasına baxırdıq turşuların qüvvətli sırasına. Yadınızdadırsa turşuların qüvvətli sırasında xlorla nitrat eyni qüvvətli deyildi. Bəli, Eyni bəli. qüvvətli idilər. Və orta Nitrat bir də fosfat da orta həmçinin. fosfat. Bəli. Aha. Bunlar bir-birlərini çıxarmırdılar. Nə zaman çıxarırdılar? Çöküntü alınsaydı. Bəli. Çöküntü alınır burada. Nə Magnezium müəllim? nitrat. Çöküntü alınır Magnezium burada. nitrat plus Aha. H-xlor. Aha. Çöküntü Nitratın yox. çöküntüsü yoxdur axı heç. Bəli. Nitratın çöküntüsü yoxdur. Onda A variantı reaksiyası getməz. Də. Mümkündür Getməz, bunları bəli. saxlamaq. A deyil cavab. B variantı. Yenə Kalium OH. kalium OH natrium natrium xlor nə ilə nəyin reaksiyasıdır Royal? Əsasla Əsaslan natrium xlor duzun. duzun, Əsasla bəli. duzun. Əsasla duzun reaksiyasında şərtimiz var. Hər ikisi həll olan olmalıdır. Kaliumun bütün duzları həll olur. Natriumun bütün duzları həll olur. İndi sağ tərəfdə görək yer dəyişmə elə. Tez-tez. Kalium xlor, Xlor, natrium OH. natrium OH. Aha, kalium xlor plus natrium OH. Kaliumun yenə bütün duzları həll olur. Natrium OH da qələvidir, həll olandır. Sağ tərəfdə çöküntü alınmadı. Bizim reaksiya getmə şərtimizdən biri idi ki, çöküntü Şey, alınsın. Onda bu Burada reaksiyada çöküntü alınmadı, bu da getdi. bu da getməyəcək. Yəni Yəni eyni getdi qabda deyəndə saxlaya yəni biləcək. yazmırıq mənasında. Hə, bəli, B variantı da deyil yəni. C variantı. Nəyinə Karşıya nəyin plus reaksiyasıdır? xlor. Bir dəqiqə. Duzla Turşu ilə duzla turşunu. turşunun Turşunu. H-xlor gəlir sulfatı çıxarmaq istəyir. Turşu gəlir duzu çıxarmaq istəyir. Çıxara bilərmi turşumuz duzu? Bu turşumuz bu duzu çıxara bilərmi? Çıxara bilməz mənim yoxsa. Çıxara bilməz. Xlorid sulfatı çıxara bilməz uşaqlar. Onda reaksiya getmir. Getməz, bəli. Reaksiyanın getməməyi bizə lazım idi, hə? Bəli. Aha, deməli, bu reaksiyamda mümkün olmadı. Görək, D variantına baxaq. Kalsium xloriki, kalium NO3. Yenə həll olandı. Kalsium xlorun dediyi gümüşlə qurğuşun həll olur da ancaq. Kaliumla da NO3-ün bütün duzları həll olur. Aha, reaksiya gedə bilər. Baxaq görək. Yer dəyişmə ilə. Kalsium NO3 2 Mhm. plus Plus. kalium xlor. Aha. Kaliumun bütün duzları həll olur, NO3-ün də bütün duzları həll olur. Yenə nə baş verdi? Çöküntü Bax, alınmadı. buradakı kimi, yəni A-da, B-də, D-də eyni vəziyyət oldu da. Dönər reaksiya oldu. Yəni sağ tərəfdə çöküntü alınmadı deyə bu reaksiya da getməyəcək. Onda cavab Y variantı kimi görünür. Baxaq görək niyə Y variantıdır. Buyur. Deyir natrium OH-la NH4 xlorun Həll reaksiyası. olandı, həll olandı. Yer dəyişmə et. Aha. Buyur. Natrium xlor, Royal. Plus NH4OH nə idi? Naşatır spirt idi. Demişdik ki, bu davamsızdır da. NH4OH nəyə parçalanırdı? Amonyaka, bir də suya. Hə, Royal? Royal, eşidirsən məni? Bəli, mənim. Aha, nəyə parçalanır? Amonyaka, bir də suya.
Onda NH4OH da parçalayıb amonyak və su yazsam. Buradan hansı maddələr alındı? Natrium xlor, amonyak, bir də su. Qaz da alındı, su da alındı. Yəni çöküntü alınması da ən azından qaz və su alınırsa, bu da reaksiyanın getməsini göstərir. Deməli, mən natrium OH-dan NH4 xloru bir yerdə saxlaya bilmərəm, çünki avtomatik reaksiya gedəcək. Deməli, Y variantı doğru variant. Aydın olur Royal. Uşaqlar, Bəli, düstur reaksiyalarımızı mütləq yazın. Bax, yoxlayacağım, həm də ki, reaksiyaları bilməlisiniz. Mütləq. Reaksiyanı bilməsəz geri olacaq. Hər bir şeydə mənfi olacaq sizin nəticələriniz. 8-ci sual. Buyursun Nərmin. Nərmin yox, Riyad. Riyad buyur, 8-ci sual sənindir. Reaksiyanın təmizlikləri reaksiya Mhm. təmizliklərinin əsasən X-in hansı maddə ola bilməz? Sən ola bilənləri hələ de bizə. Bax, həm turşu ilə reaksiya var, həm qələvi ilə reaksiya var. Bu necə maddədir? Həm turşu, həm əsasla gedən maddələrə nə deyirdik? Amma onda birinci hidrogen var içində. De, Yox, mən Bu sənə X- sual verirəm ki, hansı maddələr gedir həm turşu, həm əsaslarla? Amfoterlər, hə? Aha, amfoterlər gedir. Burada su alınıb deyə, yəni hamısı da amfoter deyə, variantların hamısı amfoter maddələrdir. Amfoter maddələrimiz hansılar idi Riyad? Berilyum, Sink, sink, alüminium, qurğuşun, qurğuşun, qalay. qalay. Nədir? Bax, bu maddələrin hamısından bax, burada var. Sink, alüminium burada var. İndi variant olaraq elə variant götür ki, variantdan bax, burada su əmələ gəlibsə, X nə ola bilər? Ola bilməz, daha doğrusu. Səmərə gəlibsə, Mhm. Bu su əmələ gəlib sonda X-in tərkibində oksigen var 100%. ben Mhm. Bunda variant. onun C variantı. C'də oksigen var axı, deyir ola bilməz. X hansı ola bilməz? Ha, alüminyum. Bəli, D D variantı. Bəli. Hamısında oksigen var uşaqlar, görürsüz? Buradan da su alınır baxın. Su nə zaman alınır? Bax, H-xlorun içində oksigen yoxdur. Deməli su alınıbsa, X-in tərkibində 100% oksigen var ki, H-xlorla reaksiya gedəndə suyun tərkibindəki oksigen üzə çıxdı artıq. Deməli D variantı ola bilməz. Gəldik 9-cu suala uşaqlar. 9-cu sualda artıq sizə bir qayda izah edəcəm. 9-cu sualdan qabaq elə bu reaksiyalara uyğun, bu H3PO4-dən kalsium H2-nin reaksiyasından bir izahım olacaq. Mən burada bir dəqiqə 16 nəfər uşaqdan kim yoxdur burada? Axırda davamiyyəti yoxlayacağım ha uşaqlar, unutmayın. Ona görə davranın. Yaxşı. Demək, diqqətli olun. İzah edəndən sonra sizə sual verəcəm. Vaxtımızda da ki, saat 8-də heç kim çıxmasın. Çünki biz demək olar ki 15 dəqiqə işləmiş başladıq dərsə. Yəni mən gözlədim bir 15 dəqiqə. 15 dəqiqədən sonra başladıq. Gələn dəfə 18:30-da çox güman ki dərsimiz başlayacaq. Onda danışarıq. Demək, bizim sonuncu hissəmizdə duzlarla bağlı bir reaksiyalarımız var idi. Demişdik, neytrallaşma reaksiyaları deyilən bir reaksiyalar var. Biz bunun adını istilik effekti bölməsində eşitmişdik. Demişdik, reaksiyanın təsnifatına görə reaksiyanın 4 tipi var. Birləşmə reaksiyaları, parçalanma, əvəz etmə və dördüncü dəyişmə. Lakin dəyişmə reaksiyasının ikinci adına mübadilə demişdik. Eyni zamanda mübadilə reaksiyaların bir qolu var idi. Neytrallaşma reaksiyaları. Neytrallaşma özəl reaksiyaları idi. Dəyişmə kimi neytrallaşmada da iki mürəkkəb girirdi, iki mürəkkəb də çıxırdı. Lakin neytrallaşmada şərt buydu. Əsasla turşu arasında getməli idi reaksiya mütləq şəkildə. Amma dəyişmə reaksiyasında fərqi yox idi bizə. Duzla duzda ola bilərdi, duzla əsas da ola bilərdi, turşu ilə duzda ola bilərdi. Həmçinin neytrallaşmadakı kimi əsasla turşu da ola bilərdi. Yəni bütün iki mürəkkəb girib iki mürəkkəb çıxan reaksiyaların hamısı dəyişmə idi. Lakin neytrallaşma dəyişmənin yalnız bir növü idi. Əsasla turşu arasında getsin deyirdik. Həmçinin belə bir cümlə də deyirdim. Bütün neytrallaşma reaksiyaları dəyişmə reaksiyası ola bilər. Amma bütün dəyişmələr neytrallaşma ola bilməz. Yəni neytrallaşmanın adını biz ilk dəfə olaraq kimyəvi reaksiyanın təsnifatı bölməsində öyrənmişdik. Yəni neytrallaşma reaksiyaları nədir? Mütləq əsasla turşu arasında getməlidir və əmələ gəlməlidir duz və su.
Lakin bizim fərqli əsaslarımız, fərqli turşularımız var. Elə əsasımız var ki, 1 OH var, eləsi var 2 OH var, eləsi var 3 OH var. Turşulardan da həmçinin 1 hidrogeni, 2 hidrogeni, 3 hidrogeni, hətta 4 hidrogeni olan turşularımız var. Bu əsasla turşular bir araya gəldiyi zaman fərqli formalı belə deyək, duzlar əmələ gələ bilər əslində. Məsələn, bir dənə nümunə resin 9-cu tapşırığımızda olduğunu yazıram, ona uyğun bir nümunə yazıram. 9-cu tapşırıqda belə bir əsas verilib, kalsium OH2 və orta fosfat turşusunun reaksiyası verilib uşaqlar. Buradan 3 cür duz əmələ gələ bilər. Duzlar necə əmələ gələ bilər? Əgər alınan duzda yox, reaksiya girən maddələrdə OH-ın sayı H-ın sayına bərabərdirsə, buradan alınır normal duz. Əgər OH-ın sayı H-dan çoxdursa, alınır əsasi duz. OH-ın sayı H-dan azdırsa, yəni H-ın sayı OH-dan çoxdursa, alınır turş duz. Yəni 3 növ duz əmələ gələ bilər. H-ın sayı OH-dan çox olanda təbii ki, turş duz alınmalıdır. Çünki hidrogen turşunun göstəricisidir. OH isə əsasın göstəricisidir. Bu zaman əgər OH-dan H bərabər olarsa, artıq burada normallaşma baş verəcək, normal duz alınacaq. Bax, məsələn, biz baxaq kalsium OH2-nə. Kalsium OH2-də mən neçədən OH görürəm? Fikir verin OH-ın sayına. Neçədən OH görürəm? 2 dənə OH görürəm. Bəs H3PO4-də neçə hidrogen görürəm? 3 dənə hidrogen görürəm. H-ın sayı çoxdur, H-ın sayı çoxdur. Bizim bu qaydamız onda bu qaydadır. Onda burada nə duz əmələ gələcək? Buradan turş duz əmələ gələcək uşaqlar. H-ın sayı OH-dan çoxdur, deməli turş duz əmələ gələcək. Diqqət, turş duzu necə düzəldəcəyik? H-ın sayı 3-dür, OH-ın sayı 2-dir. 3-dən 2 çıxanda 1 hidrogen fərqi ilə turş duz yaranacaq. Yəni turş duzun tərkibində bir dənə hidrogen olacaq uşaqlar. Necə tapdım? H-ın sayı OH-dan çoxdur. Neçə ədəd çoxdur? 1 ədəd çoxdur. 1 vahid çoxdur. 1 vahid çoxdursa, o 1 hidrogen artıq burada görünəcək. Hidrogeni yazdım. Demək, bu turş duzun göstəricisi. Turş duzda necə olur? Metal, hidrogen, turşu qaldı. Qabaq hissəsinə kalsium yazasınız. Hidrogenden sonraki hissə isə PO4 yazasınız. Qabaq hissəyə yazıram kalsium, metal, hidrogen, bir də turşu qaldı. Bu da oldu bizim turş duzumuz. Bəs neçə mol? Oradan eyni zamanda su da alınacaq. Çünki demişdik, neytrallaşma reaksiyalarında duz və su alınmalıdır. Duzu yazdım. Su bəs neçə mol alınacaq? Suyun molu da önəmlidir bizim üçün. O H-ın sayı ilə hidrogenin sayına baxırsınız. Ən az rəqəm qədər su alınacaq. Ən az rəqəm. Burada OH-ın sayı ən azdır. 2 dənədir OH. Ona görə də 2 mol da su alınacaq uşaqlar. Bu da bizim reaksiyamız. Bu da bizim qaydamız. Yəni OH-ın sayı H-dan az olduğuna görə buradan turş duz əmələ gəldi. Başqa bir nümunə verirəm. Hər testdə bir belə deyək, hər burada qaydamız var. O qaydaya uyğun bir nümunə verəcəm. Bu bir nümunəmiz. Digər nümunəmiz məsələn natrium OH plus H xlor. Neçə dənə OH-ımız var? Bir dənə OH-ımız var. Neçə dənə H-ımız var? Bir dənə H-ımız var. OH ilə H-ın sayı bərabərdir. Onda buradan necə duz alınacaq? Buradan normal duz alınacaq. Normal duz alınanda da necə olur? Metal, turşu qalığı. Metal, natrium və turşu qalığı. Natrium, xlor. Plus qalanda OH ilə H nəyi yaradacaqlar? Suyu yaradacaqlar. Suyun mol sayı isə OH ilə H bərabər olduğu zaman hər ikisinə uyğun rəqəm qədər. Yəni bunların rəqəmləri 1 rəqəmidir. Hər ikisi 1 moldursa, suyun da qabağına 1 mol düşəcək. Yəni 1 də yazılmır. Bu da bizim ikinci normal duza uyğun bir növümüz, reaksiya növümüz. Qaldı əsasi duza uyğun bir növ. Məsələn, kalsium OH2 plus HNO3. Fikir verdiniz? Burada da neçə OH-ımız var? 2 dənə OH-ımız var. Neçə hidrogen var? 1 hidrogen var. OH-ın sayı H-dan çoxdur. Necə duz alınacaq? Əsasi duz alınacaq. Baxın, OH-ın sayı H-dan çox olanda əsasi duz alınır. Neçə fərqlə? OH-ın sayı, hansının sayı çoxdursa, ondan digərini çıxırsınız. 2 OH-dan 1 H-ı çıxıram. 2-dən 1 çıxanda 1 OH fərqlə
əsasi duz alınacaq. Həmin o OH da burada görünməlidir. Bir OH-ı yazdım. Qabağına metal, sonuna turşu qalığı həmişəki kimi. Qabağına metal, sonuna turşu qalığı. OH-ını da NO3 bu formada saxlaya bilməliyik. Bilirsiniz ki, mötərizəyə də yazmalıyıq. Kalsiyum hidroksu nitrat əmələ gəldi. Neçə mol su alınacaq? Bayaq da yazmışdım. Ən az rəqəm qədər su alınacaq. Burada da ən az rəqəmimiz hidrogenin qabağındakı 1 moldur. 1 mol su alınacaq. Bu da bizim növbəti, yəni hər 3 növ duza aid qaydamız. Buydu uşaqlar. Mənim sizə izah edəcəyim qayda buydu. Aydın oldu hamıya. Aydın olmayan şagird var desin. Əl qaldırmayın amma buradan görməyəcəm. Digər proqramdayım ona görə. Başa düşdü uşaqlar. Səsinizi çıxardım bilim. Yəni bu nəvə istifadə edəcəyik? Duzun növünü soruşanda yoxsa? Məsələn 9-cu test tipli testlərdə neytrallaşma reaksiya. Deyir ki, neytrallaşanda kalsium OH2 H3PO4 ilə neytrallaşanda hansı duz alınır? Yəni sizdən soruşacaq onu zaten. İndi özünüz görəcəksiniz də, məsələdən biləcəksiniz ki, sizdən bunu istəyir. Məsələn, reaksiya verəcək. Natrium OH-la H-xlorun reaksiyasında. Zaten natrium OH-la H-xlordan uşaqlar zaten normal duz alınacaq həmişə. Çünki bu heç vaxt natrium OH əsasi duz yarada bilməyəcək. H-xlor da heç vaxt turş duz yarada bilməyəcək. Çünki bunun bir hidrogeni var. Bunun da bir OH-ı var. Bilirsiniz ki, bir OH olanlar əsasi duz yaratmır. Bir hidrogeni olanlar da turş duz yaratmırlar. Yəni bunlar zaten həmişə normal duz yaradacaqlar, amma bir-birlərinə reaksiya geçsələr. İndi baxaq 9-cu tapşırığı görəcəksən real. Biz nə zaman istifadə edirik bunu. 9-cu sual. 9-cu sualdan qabaq bir nəfər könüllü kimdirsə mən ona sual vermək istəyirəm. Kim istəyir? Sual verim ona bundan bağlı. Kimə müraciət eləyək? Nərmində qalmışdıq. Mən izah elədiyimiz kimi. Yoxsa? Hə, izah elədim. Görüm Nərmin cavab verə bilər? Nərmin. Sual verə bilərəm sənə? Başa deyə biləcəksən? Aha. Nərminə sual verək. Nərmin. Alüminium OH3 plus H2SO3. Buyur. Burada 3 dənə OH var, 2 dənə də H var. OH Aha. H-dən böyükdür. Aha. Ona Necə duz görə də alınacaq? OH H-dən böyükdürsə əsas duz alınacaqdır. Afərin Nərmin. Bəli, əsasi duz alınacaq. Neçə fərqlə? 3-dən ikisini çıxacağıq 1. Bir fərqlə. Bir OH fərqi ilə əsasi duz. Həmin OH da burada göstərək. Aha, qarşısına nə yazacağım? Metal, sonuna turşu qalığı. Buyur. Alüminium, OH, SO3. Aferin sənə. Su neçə mol olacaq? Neçə mol su? Ən az olacaq da onda 2 mol. Ən az rəqəm qədər. Çox qəşəng qulaq asmısan dərsimizi, ona görə də yaza bildin Nərmin. Gördünüz uşaqlar nə qəşəng izah verdi. Aferin sənə. Bir dənə də Əlidən soruşaq. Əli eşidirsən məni? Əli. Bəli, müəllim. Aha. Bir dənə də sənə sual verəcəm. Barium OH2 plus H2 Silisium O3. Buyur. Barium OH2 H2 Silisium O3. mən barium H 2 OH silisium var. O3. 2 OH var müəllim. Elə bil ki Aha. 2 dənə də hidro yox. 2 dənə də hidrogeni var. Hə, Düz 2 dənə də deyirsən. hidrogen. Hidrogenlə OH-a Bərabərdir ona baxırıq görə də məncə. ki Aha. normal duzdur. Normal duz alınacaq. Aferin sənə. Normal duz alınacaqsa burada nə H olacaq, nə OH olacaq. Çünki normaldır artıq, bərabərdir. H-dan OH-dan başqa hər şeyi yazırsan. Yəni barium. Barium silisium O3. Aferin sənə. Barium, silisium O3. Neçə mol su? Mən elə 1 mol olacaq. Yox. Yo. Buradakı 2 rəqəmlər mol. qədər. 2 mol su alınacaq. Aferin Əli sənə də. Onda 9-cu tapşırıq qaldı Balarzaya. Balarza 9-cu tapşırığı səndən işləyəcəyik. Buyur. 1 mol H3PO4 ilə 1 mol kalsium OH2-nin qarşılıqlı təsirindən hansı duz alınır? Mən 1 ilk mol öncə bunların kalsium reaksiyasını OH2 ilə yazaq. 1 mol H3PO4. Yəni deyir bunların hər ikisi 1 moldur. Bəli, Bax müəllim. gözəl. Burada 2 Yəni dənə qabağına bir OH rəqəm var.
Burada qabağına rəqəm yazmayacağıq. Aha, buyur. 2 dənə OH var, 3 dənə H var. 3 dənə H Bu var. bu turşu alınır buradan. Turş duz Duz, alınacaq. bəli. Əla, əla. Neçə fərqlə? Bir fərqlə. H-ı yazırıq, birinci metal, sonra turşu qalığını yazırıq. Çox gözəl qulaq asmısan. Aferin sənə. Aferin. Sonra mən Kalsiyum ən hidroortofosfat. Neçə molsu? ən az rəqəm qədər, bu da 2. Əla. Fikir 2 verirsiniz, H müəllimə qulaq asanda hər şeyi yazmaq olur. Çox qəşəng. Adı da budur da kalsiyum hidroortofosfat. Yəni variantımız B variantı doğru variant. Uşaqlar bundan sonra nə test? Artıq bugündən etibarən bütün testləri yaza bilərsiniz. Hamısını 217 dənə testimiz var da. Nəzərə alsaq ki, bir 10 dənəsinə qədər gəldik. Bir 207 dənə test olsun buradan. Oksidlərdən, əsaslardan və turşulardan arada testlər saxlamışdıq yadınızdadırsa, bu qaydaya uyğun testləridir uşaqlar. Onları da artıq yaza bilərsiniz. Oldu? Yəni bütün testləri evə götürürsüz. Artıq heç bir, yəni bu testləri yazıb qutarandan sonra sınaqdır. Nəzərə alın. Artıq testlərimizi sırayla tez-tez yazacağıq. 10-cu sual. 10-cu sual buyur Məhəmməd sənindir. Hansı reaksiyadan alüminium sulfat alınır? A variantından başlayaq. Tez-tez. Vaxtımız azdır. Alüminium kloritçə gəlsin, natrium kислоты. Aha. Reaksiya gedirmi, getmirmi? Birinci onu mənə deməlisən. Xlorun çöküntülərinin içində alüminium var idi. Xlorun çöküntüləri hansılardı Məhəmməd? Bilmirəm mən. Uşaqlar kim deyər? Bayaq Oxumuşum. dedim. Bayaq dedim axı. Niyə oxumamısan duzları? Duzları mən PDF-ini göndərmişdim axı sizə. Baxmamısan duzların PDF-inə. Xeyr, Niyə Məhəmməd? Biz duzlarımızın yadımdan testlərini çıxmır. mütləq baxın. Və duzları bilmirsiniz axı. Bilmirsiniz. Ancaq elə mənim izah elədiyim deyil. Duzların proqramı siz nə qədərdir? Mən elə PDF-i qısaldıb vermişəm sizə. Kim deyər uşaqlar? Klorun çöküntüləri hansılardır? Qurğuşun, bir də Gümüş. gümüş. Deməli alüminiumun xlorla çöküntüsü yoxdur. Deməli alüminium xlorid suda həll olan duzdur. Natriumun ümumiyyətlə demişdik ki 4 dənə ion var idi ki, onların çöküntüləri yoxdur. Natriumdur, kaliumdur, NO3-dür. Bir də ammonium ionudur uşaqlar. Bax bu 4 dənə ionun çöküntüsü yoxdur. Çox rahat olun. Bunların maddələrini görəndə rahat olun. Heç nə fikirləşməyin. Bax görürsünüz natriumun adı varsa 100% bu həll olandır. Bütün duzları həll olandır. Kaliumun, NO3-ün, bax yazıram çöküntüsü bunların yoxdur. Hər ikisi suda həll olandır. İndi yer dəyişmə eləyə bilərsən. Buyur. Alüminium 2SO4-dən 3 dəfə plus Natrium klorit. çöküntü var. Sağ tərəfdə çöküntü alınmalıdır ki, reaksiya getsin. Çöküntü var mı sağ tərəfdə? Xeyr. Natriumun duzların hamısı həll olandı. SO4-ün də 5 dənə çöküntüsü vardı. Bayaq demişdim Məhəmməd hansılar idi? 5 dənə çöküntüsü vardı SO4-ün. Bu bayaq dediyimə də qulaq asmamısan? Kim deyər uşaqlar? Yadımdan çıxmır. Niyə yadınızdan çıxır? Buradan söz deyirəm, oradan yadınızdan çıxır. Kim deyər? Kalsiyum, stronsiyum, baryum, gümüş, bir də qurğuşun. Yəni alüminiumun sulfatla bağlı çöküntüsü yoxdur. Deməli bu da həll olandır. Olmaz uşaqlar. Biz demişik ki, alınan tərəfdə heç olmasa ən azı bir dənə çöküntü olmalıdır. Yəni bu reaksiya getməyəcək. A yanlışdır. B variantı Rəşad buyur. Bəli, müəllim. Buyur Rəşad. Aha. Yer dəyişmə ilə bu oksidlə amfoter oksidlə turşunun reaksiyasıdır. 100% gedəcək. Yer dəyişmə ilə alüminium Alüminium 2 2 SO4-dən SO4 3 SO4-dən dəfə yansın su. H2O. Aha. Alüminium sulfat. Çöküntü alındı alüminium sulfat. Çöküntüdə deyil amma burada çöküntü zaten bizə lazım deyil uşaqlar. Çünki amfoter oksidlə turşunun reaksiyası həmişə gedər. Bizim elə bir şərtimiz yoxdur. Bizim şərtimiz duzla duzda olur ki, mütləq sağda çöküntü alınsın. Duzla əsasda olur. Amma digər qaydalarımızda ehtiyac yoxdur buna. Alüminium sulfat alındı. B variantı Rəşad doğru variantdır. Doğru bayaqdır. Bəli.